cavab verə bilmirlər. Bunu həyata gətirə bilmirlər də, başqa doğa bilmirlər. Bunda nə həni, nə yoxu. Nəysə, mən sizə deyim ki, sizin işiniz burada bəziləri səhv anlaya bilər. Milli ləyaqətin oyanmasına xidmət eləyir. Milli məsuliyyətin oyanmasına xidmət eləyir. Milli mədəniyyətin qorunmasına xidmət eləyir. Çox adam bunu burada dinlə bağlayır, aydındır, indi yazılıb, Allah yoxdur. Mən çox təəssüfləndim ki, insanlar adi bir fikir olaraq sizi anlamadılar ki, yəni Allah yoxdur, bura Azərbaycanlı xristian da qoşula bilir. İspat eləyə bilsə, Yahudi də qoşula bilir. Azərbaycan vətəndaşı olaraq Azərbaycan dilində danışaraq. Yəni bu aydın məsələdir. Ona görə mən sizə uğurlar arzu edirəm. Yəni bu bir tərəfdən maariflənmədir, digər tərəfdən həqiqətən mən sadəcə bizim millətimizə, bizim xalqımıza, ümumiyyətlə bütün türk xalqına xahiş edirəm. İstəyirlər qoyub bilsinlər, yalvarıram. Qeyriyyətinizi itirməyin, ləyaqətinizi itirməyin, milli ənənələrinizi itirməyin, ərəbləşməyin, farslaşmayın, dilinizi də itirməyin, geyiminizi də itirməyin. Yoxsa ümumiyyətlə məhv olmağa düşər olacaqsınız. Yəni sizə minnətdarlıq bildirirəm. Çox sağ olun. Çox sağ olun. Sağ olasın, teşekkür ederim. Sonra ne de puha çeşmiş, yandırın Allah'a. Eş. Bana bu iş. Namık buyur, hoş gelmişsin. Salam, Sevinç. Her vaxtın xeyir. Necəsən? Nə var, nə yox? Çox sağ ol, sen necəsən? Buyur, səni dinləyim. Mən sənə təşəkkür eləmək istəyirəm ki, sən bizim dini möhkəmləndirdin, biz bilmədiklərimizi də öyrəndik. Sənə təşəkkür edirəm. Sağ ol, xoşdur. Ben de bundan da çalışıram, deyiləm. Allah sənin çox əmin olsun, sən bizə çox şey oldu. Biz çox şey bilmirdik. Allahın təmiz varlığını bildik. Sağ ol. Elmir buyur, hoş gelmişsin. Əsərliklər, Sen işler. mən çox vaxtınızı almaq istəmirəm Seyid bəy. Kamal bəy də salamlayıram. Bu Samir var, o saqqallı vahabis var. Məni blokladı, mən ona sözümü deyəmədim. Yəqin buradan izləyir, onun tərəfdaşları burada izləyir. Ona buradan səslənmək istəyirəm ki, o Atavın oradan arxa fondan rəsmini yığışdır Samir. Teşekkürler Əzim, ama gelip burada bunu eləməyin də, monolog eləməyin, bir də başqa hesablara reklam eləməyin burada. O sırf ateistlər üçün onları qoyur ki, yəni ateist və qeyrət. Bilirəm də Əzim, bilirəm. O elə 150 elədi onu, elə 50 elədi ki, o işi kökündən gitti. Teşekkürler. Aferin, sağ olun, çox sağ olun, çox sağ olun. Sağ ol. Müsbət Vüsaldan sonra o efirə çıxa bilirsə, deməli bir şey var, yaxşı sürəti var. Adil buyur, hoş gelmişsin. Adil. Aşağıdan yazmış Sufi Musa. Bu şeydir də, yəni Sepahın verə biləcəyi suallardır, məlum məsələdir. Uşaq pulu versinlər ki, sən 2 hafta falan çoxalsın Sufi. Hı? Öyle tez də. Adil buyur, hoş gelmişsin. Ben bu kadar aksini yerini bilirsen. Bunu. Emrah kardeş buyur, hoş gelmişsin. Salam aleyküm kardeş. Her vaxtın xeyir, buyur Əzim. Salam aleyküm. Məlükü. Çevik bəy, mən təzə girirəm TikToka. Sizi deməli təzə izləyirəm, baxıram ki, şeylərə. Anlıyorum. Yazmışsınız ki, Allah yoxdur. Bəli. Tamam, fikrinizə hörmətlə yanaşıram. Allahın olduğunu ispat eləmək, deyirsiniz ki, ispat elə, Allah'a inanın, düzdür? Ha. Allahın olmadığını bizə ispat eləyə bilərsə, rəhmət Ha. olmadan. İndi sən bir dənə sual versəm, cavab versən ispat olacaq. Yox, sən özün sual vermədən sualıma bir dənə cavab ver, sonra verərsən. Olar elə. Yoxluq nədir qaqa? Yoxluq tam olaraq nədir? Var olmayan bir şey. Ha, var olmayan bir şey necə ispat edirlər ki? Sən bir yöntəmin bilirsən onu? Yox, ispat eləmirlər var olmayan bir şey. Yoxdursa Ben deməli yox. dedirəm Allah yoxdur. Amma da. ki, belə bir şey var. Sevgi var bəs. Ha, var. Oksitosin də, hormonaldır. Bax, Allah da insanın ürəyindədir. Allahı da hiss edirsən. Arasındadır. O demək Sağ ki, mədəcikdə görmədiysə yoxsa yox. sol mədəcikdə?
Sevgini hiss edirsən, Hə. Birbaşa beyin fəaliyyətləridir. deməli Allahı da sevirsən. Sevgini Haranla hiss edirsənsə, sevirsən? deməli sevgi var da sənin üçün. Düz. Haranla hiss Sən edirsən? harda hiss edirsən sevgini? Beynində. İnsan ağlınla, ürəyinlə. Nədir? Sevgini Tez-tez ürəyində hiss danışda- edirsən, yoxsa beynində hiss edirsən? Açı, sən ürəyinlə sevirsən, beyninlə, mən beynimlə sevirəm. Sən haranla sevirsən? Ürəklə, beyinlə. Biz ürəyimizlə. Əhsən. İndi sənin ürəyin Allah şeydə da insan salamat. ürəyində Qulaq as da, bir- Əmrah, qulaq as, Əmrah. İndi sən deyək ki, Fatmagül deyə birisini sevirsən. Buyur. Sən risk ürəyində problem oldu, ürəyi götürüb yerinə plastik zat qoydular. Nə olacaq? Fatmagül getdi. O demək deyil ki, getdi. Mən bu demirsən ürəyimlə deyir. Ürəyi dəyişdilər, oldular plastik bir ürək qoydular. Fatmagülü sevənməyəsən. Yaxşı, sən Fatmagülü sevirsən. Sən Fatmagülü sevirsən. Sən ürəyi götürdülər, mənə qoydular. Sən yəni dəyişdikdə sən orqan bağışladın. Yəni Fatmagülü mən sevməyə davam edəcəm. Sevik bəy. Hı. Sevik bəy. Bir dənə qulaq asın, Hacı. xahiş edirəm sizə. Hə. Bax, bura girib sizin bütün videolara baxmışam. Təzərlə, Baxmısan. sonra Alparslanla, bir neçələrlə. Hə. Siz insana sual verirsiniz. Burada hamı işindən, gücündəndir, məşğul olur. Heç kim sizin Alıyor. qədər dini bəlkə də araşdırmayıb, bəlkə də oxumayıb, Ha. hamı başı qarşı bir işlərə. Qulaq asın, bir də xahiş edirəm. Hə. Siz sadəcə elə bilirsiniz ki, sizə kimdə sual verir, sualı insanlar çaşdırırsınız, başqa yönə fırladırsınız. Burada heç kim savadlı deyil. Savadlı insan gəlib bura red qallarda olur. Qulaq asın bir də. 100-dən 2-si 3-ü gəlir savadlı bura. Bir dənə qulaq asın. Siz gah Elə deyirsiniz bir ki, şey Ayşə 9 yaşında evlənib, gah deyirsiniz Pomeyni 9 yaşında fətva verib. Ha. Bundan qabaq, eşitirsiniz, bundan qabaq. 11-12 yaşında insanlar evlənirdi. Yaxşı bir şeydir. 11-12 yaşında. Mən sizə sual Yaxşı bir verirəm, şeydir. Azərbaycanda 11 demirəm, yaxşı bir şeydir. Ona görə Azərbaycanın Demirəm, IQ yaxşı səviyyəsi şey. dünya Qulaq asın, standartlarının bundan- altındadır da. Nəyindədir? Azərbaycanın IQ standart, IQ ölçüsü dünya standartlarının altındadır. Sizə bir dənə Niyə sözdən bilirsən? istəyirəm, bununla da bağlamaq Niyə istəyirəm. bilirsən? Baxın, 10 Qohum alim evlilikləri, gəlsə, az yaşlı evliliklər. Qulaq asın bir də. Qulaq asın bir də. 10 alim gəlsə, bir də mənim sözümə qulaq asın. 10 alim gəlsə, bir cahili yoldan döndərə bilməz. Amma bir cahil 10 alimi yoldan döndərər. Bunu yazıb saxlayın. Allah yoxdur deyirsiniz, Allahı insan ürəyində hiss edir. Səcdə bəyət deyir, ürəyində hiss namazdan gəlib bəyət qulaq asıram bəyətdən sizə. Namazdan Namaz gəlib, qılırsan sən? bir gəlir o an müdaxilə eləyir. Başqa sual. Qulaq Deyirəm asın, namaz qılıram, bəli. qılırsan. Namaz Neçə qılmaqda rükət namaz məsul olmaq qılırsan? söhbət deyil. Bəli, qılıram. Neçə 17 5 rükət. rükət namaz qılıram. Yox ümumilikdə. Yox, 5 rükət qılıram. Bütün gün boyunca 5 rükət Onun namaz fərqi qılırsan. nədir? Fərqi nədir? Sən hardan götürdün ki o rükətləri? O demək deyil, namaz qıldın, qılmadın, sən müsəlman deyilsən. Qulaq as. Qulaq as. O demək Müsəlman deyil, nədir sən ki? namaz qıldın, qılmadın, Müsəlman nədir ki? deyilsən. Müsəlman nə deməkdir ki? Müsəlman nədir? Hə. Allah'a inanmaq, onun peyğəmbərinə inanmaq, əhl-i beytinə inanmaq. Nəyinə inanmaq? Əhl-i beytinə, Allahın əhl-i beyti var. Müsəlman Quran-ı Kərim gətirir. Deyirəm ki, Allah'a inanmaq, onun əhl-i beytinə inanmaq. Əhl-i beyti var Allah'ın. Allah'ın yox, Məhəmməd peyğəmbər bizə qoyub gələndə əhl-i beyt də qoyub gedib. Sənə qoyub gedib. Mənə qoymayıb, bütün müsəlmanlara qoyub gedib. Mənə yox. Harda yazılıb ki? Mən kiməm ki, Allah'ın yanında? Harda yazılıb? Harda yazılıb? Ha. Yazılmayıbsa bu o demək deyil, o deyil. Quran-ı Kərim elə Nə bir bilirsən kitabdır. mən, Əli Orada Beytdən sənə nə? bütün nöqtə yazılası bir şey yoxdur. Nətə yazılası bir şey yox. Peyğəmbərin Əhl-i hansı Beytdən gecə mənə nə? kimlə yatacağı yazıla bilir. Amma sən əhl-i beyt məsələsi yazılmır. O biz qulaq as bir də Quran-ı Kərimdə hər şey nöqtə vergüllə yazılmır. Quran-ı Kərim Mən də sənə o vaxt deyirəm ki, insanlara Əmrah, qədər. Əmrah, O vaxt insanlara qədər yazılan. Əmrah. Buyur. Quranda Peyğəmbərin hansı Buyur. gecə kimlə yatacağının növbəsi belə yazıla bilirsə, nətər olur bu əhl-i beytin bu boyda mövzusu yazılmır? Göstər mənə Quran-ı Kərimdə yazılıb, hansı yazılıb? Göstər bir dənə. Peyğəmbər kimlə yatacağı? Söyle. Bəli, var orada belə bir şey. Hə, niyə yoxdur ki? Hansı gecə kimlə yatacaq? Saat neçədə yazılıb? Onu da yaz. Söyle səbah kimlərlə yata bilər, kimlərlə yata bilməz, növbə məsələsi hamısı yazılır. Sən kimdə yazılmır? Al. Bax. Görsən nə yazılır? Oxu. Oxuyuram, oxuyuram ha.
Yüksək səslə oxu da. Diye onların zevkleri de. Səsli oxu, səsli. Burada yazır ki, burada dayı kızı, evi kızı yazır. Ha. Nə yazır? Nə yazır? Ey Peygamber, şüphesiz ki mehirlerini verdiği zövcələrini Allah'ın sana qənimət olarak verdiği zahirləri, əmin kızlarının birbirlərinin. Bu bir siz neler? Bir tane kulaq alsın mənə. Bu, bak surələri bir-bir götürürsünüz, verirsiniz. Ben bir tane size bir tane sual vermək istəyirəm. Bakın bir tane sualıma bir tane cevap verin. Kur'an-ı Kerim'de insanları pis yönelden nəsə bir şey var bəyəm? Budur var. pis yönə. Nə var? Nədir? Kur'an-ı Kerim'de Allah Kur'an-ı Kerim buyurur ki insanlara yaxşılıq edin, mehribançılıq edin, insanlara yaxşı davranın. Kimisə qəlbini qırmayın, müminin qəlbini qırmayın. Bu Harda artıq buyurur? Ayəti dinən görür. Çevik abi, bəlkə qardaşı yönləndirəsən Lut peyğəmbərin o səhnəsinə. O qonaqlar gəlirləri. Qulaq asın mənə. Yenə mən bayaq dediyim kimi. Qulaq bir 10 alim gəlsə yenə deyirəm, bir cahili yoldan çıxarmaz. Amma bir cahil 10 Cahil alimi kimə yoldan deyirsən çıxarır. sən? Siz burada Cahil kimə deyirsən sən? Cahil kimə cahil deyirsən? sizə. Kimə deyirsən? Sizə. Siz Mənə bax, sən Allahın ağıllı olmadığını olun. bilin, mənə sübut edin ki, Qulaq Allah as, yoxdur. qulaq as. Sən elə dinlə, hansı imamdan öyrənmirsən cəmaata cahil deməyi? Hansı imandan? Hə? Cahillərin sizi təhqir söhbət edirəm mən sizdən. Hansı imamdan öyrənmirsən cahil deməyi? Heç bir imamdan öyrənməmişəm. Cahil Niyə? odur ki, insanlar öz bildiğini danışır. Allah'a inanmır. Sən bilirsən? Qulaq Cahil as. o deməkdir. Qulaq as. İndi sən mən natural cahil çıxardım Nəyi sən də bilirəm? bax. 12 də imamın var sən, Əhl-i Beytin 12 imamın. Var 12 də imamın. Bəli var. Say. Biz burada imtihana Say. girmişik, yoksa məhkəmədəyik, Say. sorğu nədir burada? Say. Mən sizə sual verirəm ki, siz mənə Allahın yoxluğunu ispat edirsiniz, mən sual... Cahil. Abi, belə o Oxuyun, şeydi, ha? qutunu açdım, baxdım, gördüm, yoxdur qutuda. Hə? Nəsə? Deyirəm, qutunu açdım, baxdım, gördüm, yoxdur Allah. Bir sürü tele var. Emrah koş, Emrah koş. Rəşad bəy buyurun, xoş gəlmisiniz. Akşamı xeyir olsun kardeş. Axşamın xeyir. Ne tersen, ne var ne yok. Çox sağ ol, sən necəsən? Sağ ol hocam. Yadındadırsa bir hafta 10 gün evvel danışmıştım gene seninle. Nəticə nə olmuşdu? Allah seni güldürsün. Vallahi Kur'an'a bak. Hiç ne demirəm kardeş. Bura bak, bana bak. Sen birinci növbə dini zadı qırağa qoyuram. Dini zadı, Allah'ı, Peyğəmbəri qırağa qoyuram. Herkesin öz fikri. Ama bizden ne olacak? Sen şey git ya. Millətinin oğlusan. Sorgu get. Azərbaycanlısan, düz değil mi? Ha kardeş. Allah seni güldürsün kadınım sen. Oldu kakaş. Gecen xeyri qal. Elmar buyur, xoş gəlmisən. Sən- Dünən danışmışdıq axı biz səninlə. Bəli, bir məsələ ilə bağlı sizin hər vaxtın sizə birinci Seyik bəy sual verdiniz ki, ona görə üzr istəyirəm, salam verənmədim birinci. Bir məsələ ilə bağlı sizin Buyur. diqqətinizi cəlb edəcəm. Dialoqların birində yadımdan çıxdı ki, nəsə dialoq etdiniz. Orada Azərbaycanda daha çox Toz və Qazax Gədəbəy bölgəsində türk dilinin yayılma məsələsi var idi. Bir qeyd etdiniz onu. Yəni o Elə bir şey demədim. Başqa bir şey dedim. ya Qars bölgəsinə daha yaxın olmasını, türk Əzim, dilindən daha Tovuz Gədəbəy Akstafa bölgəsinin ləhcəsi, şivəsi Ha. Anadolu türkçəsinə daha yaxındır. Tamam. Orada bir məsələ vardı, onu qeyd etmək istəyirəm sizə. Ümumiyyətlə Cümhuriyyət yarananda bizdə, yəni demək olar ki, məsələ nə idi? Teoloji argumentin var yoxsa yox? Teoloji xeyr, onu görə mən istəyir. Siz Təşəkkür maraqlı edirəm. deyilsə düşürün. Yəni biz problem yox. Təşəkkür. Sağ ol. Məmmədli buyur, xoş gəlmisən.
Məhəmmədli getdi. Həşimov buyur, xoş gəlmisən. Dünən bu da gəlmişdi deyəsən. Selamun Həşimov aleyküm. səsküylü yerdəsən, çıx oradan. Selamun aleyküm. Çad ondan. Necəsən? Yerli. Sağ ol, sən necəsən? Sağ ol, var ol. Dünən məni niyə aşağı atdın? Heç gözləməzdim. Əzim danışırsan amma boş da, arkası dolu deyil. Yox, boş deyildi. Sənə ünvanladığım suallar var idi müəyyənləri. Sən ona cavab vermədin. Bax, mən cavabı verdim. Bax, qulaq as. Cavabı verdim. Sən başın çatmadısa onu qəbul edə bilməyə ya da başın götürə bilməsə, idrak edə bilmədinsə, mənə təzədən dəli eləmə. Tək bir səfər şansın var və o sualda o şansdan sonra səni atacağam aşağı. Ver sualı varsa. Sən mən dinə gətirəcəm, tələsmə. Tələsmə. Hansı dinə gətirəsən mən? Salam aleyküm. Hal-hazırda eşidirsən. Bütün İslam dünyasının ibadət etdiyi İslam dininə. Nədir İslam dini? Mən bir dənə açıqla. Gələrsən belə, mən istəmirəm belə media qarşısına, cəmaət qarşısına. Görürsən ki, aşağıdan dünənlərimdə vurğuladım. Bu günlərimdə. Sənə şəxsi yazacağım, gələrsən, burada şəhərdəyəm. Hə. Gələrsən, oturarıq üzbəüz bir çay içərik. Mən gəlmərəm, sən gələrsən bizim ofisa. Təşəkkürlər. Danışarıq, orada anlaşarıq. 45 dəqiqə. Sadəcə 45 dəqiqə sonra test olasın, narahat olma. Təşəkkürlər. Əbəlfəz qardaş, buyur, xoş gəlmisən. Axşamın xeyir. Allah köməyin olsun. Nə tərsən, nə var, nə yox, qoşduğu elə çox sağ ol. Xoşdur, Əbəlfəz, buyur. Niyə Əbəlfəz yoxdur, Əbəlfəz? Nə bilim, vallah. Gör, nə deyirəm sənə? Dönəm. O sözün mənası fəcillətdir. Qulaq as, ateistsən sən? Yox, ignostik. Əzizim, Bəli, işdirəm. ateistsən? Ateistsən? Hə, ateistim. İndi belə bir söz deyək də, ateistlərdə belə bir şey var. Yəni, dünyaya gələn insandan gəlir də elə. Hə. Aha. Və ruhu kim göndərir? Ruhu kim hazırlayıb göndərir? Ruh yoxdur axı mənim qardaşım. Sən ruhun isbatın var, sən isbat edə bilərsən ruhu. Əli isbatım Nədir o? var, isbatım var. Buyur elə. İsbat budur, yuxu görürsən əzizim. Yuxu görürsən. Hipotalamusla bağlıdır və beyin fəaliyyətlərinin bir nəticəsidir. Komada olan şəxs görmüsən, eşitmisən komada olan şəxs. Klinik ölüm, Koma ilə yuxunun heç bir əlaqəsi yox ya. Bunu qəşə bilir. Məndən də qəşə bilirsən. Sənə kimdə heç əlaqəsi yoxdur? Koma ilə yuxunun əlaqəsi yoxdur. Komada Sən məzah eləyə bilərsən, hipotalamusun fəaliyyəti tam olaraq nədən ibarət? Onu demirəm. Hə? Yuxu dediyin şeyi təmin edən hipotalamusdakı fəaliyyətlər tam olaraq. Hipotalamus nədir bilirsən mi? Hipotalamusdan söhbət edim. Mən sənə dini söhbət edim. Bir dənə qulaq as mənə. Ruhdan demiyorum, yuxudan danışırsan. Yuxu beynə... Abi deyən görüm. Aha. Hə. Birincisi yuxu dediğin şey beyin fiziksel faaliyetlerinden, beyindeki sinapsların ateşlenmesiyle baş veren bir prosestir. Sen hipotalamus ya da nevrobiyolojiyanı bilmirsense, yuxuyla bağlı ya da hipotalamusla bağlı hiçbir şey danışabilmezsin. Şimdi gayet... Mən sənə dini sual verirəm. Mən sənə xarici sual verirəm. Dini sualın içinde ruh yoktu bu bir. Mən danışdığım təbii sualdır. Əzizim. Səç dur. Anla sonra. Mən bağlamadı. Sənin danışdığın təbibindəndir. Salamat. Sənin kimi IQ-su 5% olanların ucbatından əsəbim qalxır. Əsəbim qalxanda ağzımdan hər hansı bir qeyri-etik söz çıxa bilir. Buna ehtiyac yoxdur. Qaçay buyur, xoş gəlmisən. Xoş günə gəlin. Nətərsən ay dəyərli qardaş. Kefin alın vəziyyətin. Sağ ol dostum, çox sağ ol. Sən necəsən? Yaxşı olasan, Allah səni var eləsin. Gör nə deyirəm. İndi Allah səni var eləsin deyirəm. O günləri səndən burada danışanda, söhbət eləyəndə neçə adam var deyirlər ki, sən həm ateizm görümlü danışırsan, həm də dilində Allah var, Allah qoysa deyirsən, inşallah deyirsən, o sənin kitabından bağlıdır.
Buradan da onu demək istəyirəm ki, yəni bu sosial irsilikdə adamın dilinə yatışmış bir şeydir. Yəni bu hansısa bir möcüzənin nəticəsində deyil ki, deyəsən ki, inşallah Allah var eləsin, nə bilim nə. Bu yəni dilimizə yatılmış bir şeydir. Bu heç ay Çevik, mənim səndən bir maraqlı, mənə bir dənə qaranlıq qalan bir sual var. Sən reinkarnasiya haqqında nə deyə bilərsən? Boş bir şey dedim. Reenkarnasya diye bir şey yoktu. Bəs yaxşı, cazibə qüvvəsi nətər? Cazibə qüvvəsi 4 qüvvətin biridir. 4 qüvvətdən 4-cüsüdür. Və dünyada bütün fiziki sistemlərdə işləyən bir praktik mexanizmaya sahibdir. Cazibə qüvvəsi fiziki bir məsələdir. Bax, indi Çevik, mən sana belə bir şey varmı ki, sən şuur altına hər nəysə bir gün ərzində, ümumiyyətcə də istədiyin bir qisməti beyninə şuur altına onu təlqin elədikcə o, yəni maddiləşirmi həyatında, yoxsa yox? Yox əzizim, yox. Əgər bu istiqamətdə bir qərar verirsənsə və fəaliyyət aparırsansa ola bilər. Amma sən səhərə qədər bir dənə jacuzzi'nin içində 80 dənə huri təsvir elə, orada huri falan olası deyil, narahat olma. Mən sana bir söz deyim də, bax, gör nə deyirəm, əziz qardaş. Bax, mən elə bir ki, dua eləmirəm də, amma istədiyim bir şeyi beynimdə vizuallaşdırıram, onu yazılı şəkildə yazıram, söhbət yox, onun fəaliyyətini də edirəm. Amma o həqiqətən mənim həyatımda o maddiləşir, reallaşır. Hər hansı istədiyim bir şey. İnanırsan, mən keçmişimə baxıram, baxanda keçmiş ardıcıllığıma baxıram ki, nəyə əgər ürəklə istəmişəmsə, o mənim bu dəqiqə həyatımdadır. O yazı ilə yazdığım şeylərin hamısı. Mən baxın, Kəlbəcərdən çıxan adamlar da, orada çıxanmayan, orada ölüb qalan adamlar da istəmişlər həyatda qalmağı. Deyil. Orası da var. Onlar yazmamışdılar da Çeviş abi. Ha, yəqin yazmaq lazım. O indi məsəl üçün, yox, ona qalsa ölür də. Qardaş, bir söz deyim. Ay qardaş, dinlə bir dəqiqə. Tək baxılmış kinonu danışmağın mənası nədir? Tək bir dənə oturub kinoya baxırsan. Sonra da gəlib onu burada danışırsan, sonra deyirsən bu nə deməkdir? Nə bilim nə deməkdir? Çevik abi sənə nə cavab versin? Gözəl insan. Niyə ki, Çevik maşallah mənim nə qədər qaranlıq qalan suallarım var, hamısını cavablandıran bir adamdır. Məndən savadda yaxşı inkişaf eləmiş adamdan bir şey soruşmağa nəyə aiddir ki? Kemal abi demir. Onlar da birdən hər ehtiyatı saxlamaq lazımdır qardaş. Birdən mən kimsə həqiqətən müsəlman eləyər, sünnət falan olunur, amma o sünnət toyuma qardaş gələcək, pulsuz gələcək. Mən o günləri də mənə yazmışsan ki, özümə sünnət eləsəm, baş müsəlman olsam səni çağıracam. Qardaş, sən neçə dəfə müsəlman olasın, yerində işlə qalmayacaq bunun. Yox, olmamışam axı müsəlman. Elhamdülillah Allah, Allah, qəşəng. Hə, də mən də onu deyirəm. Amma pulsuz gələsən ha. Problem deyil. Sənin kimi oğlanın yanında təmənnasız xidmət eləmək mənim üçün ləzzətdir. Sağ ol, təşəkkürlər. Başqa bir şey yox da, Qaçay. Var, bir dənə də sualım var Çevik, başına dönüm. Onu da bir dənə cavablandı. Denən. Bax, Çevik, mən o qədər məsəl üçün dindən, teologiyadan o qədər yəni savadım, anlayışım yoxdur. İndiyənə kimi mən elə bilirdim ki, yəni xristian dini qərb bölgələrində, qərb ölkələrində daha çox yayıldığı üçün mən elə bilirdim ki, İsa peyğəmbər şərqdə yox, qərbdə doğulubdur. Bəs bu nə? Amma sən demə, bu şərqdə doğulub. İndi şərqdə doğulub da. Amma indi mənim maraqlı gələn odur ki, o nə üçün şərqdə yox, qərb ölkələrində bu qədər dövlət Yahudilərdən qaçıb da. İnsanları Yahudilərdən qaçıb. Xristianlıq addenli bir din olarak başlamayıb axı. Bir Yahudiliyin bir təriqəti kimi başlayıb. Və İsa'nı kim sarmıqa çəkdi? Yahudilər çəkdi. Hekayə belədir. Bəs yaxşı, bu dinin doğulduğu yerə gəl şərqdirsə, bu niyə şərqdə yox, məsəl üçün xristian ölkələrindən çox gedib çıxıbdı? Roma rəsmi şəkildə qəbul elədiyinə görə qardaş. Hə, başa düşdüm. Roma imperiyası rəsmi şəkildə İznik konseyində qəbul elədiyinə görə, İznik konsulunda. Bəs yaxşı, bu yetim öləndən 300 il sonra bəs niyə bunu qəbul edirlər, bunun dilini rəsmi dil kimi? Debat formatımızı pozursunuz və bu səbəbdən də yayın zəifləyir. Niyə belə edirsiniz? Siz buna?
Pozuramsa 100 euro say. Öpürəm səni. Mən istəmirəm ki, sənin marşrutun nədənsə hansısa stanovkada dayanıb ləngisin. Səni öpürəm, bağrıma basıram. Ürəksən irəli doğru addımla həmçə. Bircə dənə kitablarımı da Amma toy yadında saxla. Toy yadında saxla. Toy yadında saxla. Sən görüm böyük toyda olubmu? Nə olubdu? Yox. Böyük toyda olubdu. Yox. Heç bir toy olmayıb. Şair Moşu Göyəzəninin dediyi kimi elə o pasport almaqla sünnətini bir yerə salacaqdı inşallah. Mütləq. Sağ olasın. Nə olar? Çalışıram. Başına. Çalışıram. Sağ olasın. Öpürəm səni. Çoxlu ürəyindən. Sağ ol. Kirvə qardaşlar, yoldaşlar. Kirvə məni kim müsəlman eləsə o olacaq. Çingiz qardaş, buyur, xoş gəlmisən. Axşamınız xeyir olsun hamınıza. Axşamın xeyir qardaş. Mən bu günləri biraz vərəqlədim əvvəlki söhbətlərimizi. Bu Azərbaycandakı gərginliyi sənin bugünkü çıxışların stabilləşdirir. Çox gözəl iş görürsən. Nə qədər bu Rusiyada mən bir vaxt olanda uzun illərdə olmuşam. Orada 282-ci statya deyilə belə bir şey vardı. Ekstremizm statyası. Bugünkü söhbətinizdə mən gördüm ki, o şeyləri Azərbaycanda heç kimdən sonra tətbiq etməyə lazım deyil. Nə dövlət onu eləməyəcək, nə cəmiyyətdə elə şey olmayacaq. Yəni, o ekstremizm statyasını dinə qarşı söhbət edənlərə, məsələn, öz fikrini azad xalq arasına deyənlərə qarşı orada istifadə ediblər. Dəfələrlə insanları saxlayıblar, əzab əziyyət veriblər. Mən sevinirəm ki, Azərbaycanda elə şeylər olmayacaq. O, hər kəs öz sözünü deyə biləcək və orada dediyiniz kimi sizin özünüzün öz inamınız var. Hər kəsin öz inamı var. Kimsə Allaha inansın, kimsə şeytana inansın, özləri bilərlər. Sən də insan varlığına inanıb onunla hərəkət edirsən, bu əlbəttə təqdirə layiq olan şeydir. Məni sevindirən hal budur ki, Azərbaycanda elə şeylər olmayacaq. Baxmayaraq ki, burada o çox gərgin vəziyyət yaranıbdır, eləyibdir. Məsələn, bu müsəlmanlar sılıqla bağlı, ondan sonra dinlə bağlı, təriqətlə bağlı. Burada belə şeylər olmayacaq. Mən bunu bilirəm və ona da sevinirəm. Böyük işlər görürəm, həqiqətən də. Heç kim... Təşəkkürlər əzizim, var olasın. Heç kim sizin qarşınızda, siz kimi olanların qarşında burada söz deməyə ixtiyarı ola bilməz. İnanın kimə, nə ilə inanırsınız, bu geçsin inansınlar. Vəssalam. Burada debata gəlib, əgər söhbət Allah var ya yox, onu söhbət etməyə gəlirlərsə, edirlərsə, hər kəs özlüyündə qalmalı. Kimsə təhqir eləməməli burada. Çox gözəl. İnsansıq, insan kimi də yaşayaq. Biz Azərbaycan xalqı insan kimi yaşayaq. Gözəl dediyin şeyi məhv eləmək üçün and içmişsiniz. Təşəkkür edirəm əzizim. Çingiz bəy, çox sağ olun. Təşəkkür. Yoldaşlar, sizə məlumat olaraq verim. Bu biraz kobud səslənə bilər. Təşəkkür edirəm dəstəyiniz üçün. Tərifi üstünə təşəkkür edirəm. Amma bu yayını və konsepti tamamən darmadağın edir. Burada çıxıb monoloq edən hər kəsi anında operativ şəkildə atacağım. Məlumatınız olsun. Rica edirəm bunu eləməyin. Alnuyaz, buyur, xoş gəlmisən. Əzim, mikrofonu aç, zəhmət olmasa. Ben mikrofonu aç. 2000'de olan yayını minimum 1500 aldılar. Afiyet, teşekkürler. Teşekkürler abi. Safa Bey, buyurun, hoş geldiniz. Assalamu alaikum. Her vaxtın xeyir. Mən sizdən bir də sual verəcəm. Yəni ki, belə ki, mən də sizə tez-tez baxıram, qoşulmaq istəyirəm, qoşulamırdım, bugün qoşuldum amma. Anladım. Sizdən bir də bir şey rica edəcəm ki, siz dediniz ki, Quran 5 cür gəlib. Onun Mən açıklamasını deməmişəm onu istəyirəm. əzizim. Mən sizin dilinizdən eşitdim, eşitməklə. Teşekkürler. Səmədli, buyur, hoş gəlmisən. Xoş gördük qardaş. Salam aleyküm, axşamınız xeyir olsun. Axşamın xeyir. Qardaş, qısa sual verəcəm, çox vaxt almayacağam.
belə bir sual vermək istəyirəm də. Siz adətən sizin bu canlı yayımınız debatdan ibarətdir da. İndi görürük də debat olur, mövzular, qarışıq mövzular olur. Sizin müsəlmanlarla razılaşdığınız hansı mövzular var? Heç bir mövzu yoxdur. Əgər orijinal müsəlmansa. Yox, orijinal müsəlmandır. Bildiyimiz bu işin real bazaranıdır, bir savadlıdır. Hər hansı bir mövzuda razılaşdığın bir mövzu yoxdur, hər hansı bir məqam yoxdur onlarla. Tamam, çox sağ olun. Onu bilmək istəyirdim. Sən də sağ ol. Ruslan buyur, xoş gəlmisən. Salam aleyküm. Süt, Azər süt. Azər sütdən yararlan. Saat səs kirliliyi var. Səsi düzəlt. Saatlı balası buyur. Axşamı xeyir. Axşamı xeyir. Səssiz yerə keçərsiniz. Mən qulağımı yol çöldən tapmamışam. Necəsən, nə var, nə yox? Düz biraz səssiz yer deyəm. Səsli yerdə sənsə olmaz, səssiz yerdə qoşularsan. Oldu, yaxşı, başısa. Nə məcburdur, bax. Nə məcburdur. Nüsrət buyur, xoş gəlmisən. Salam aleyküm. Məykim. Akşam dünya çempionatı var. Görürsən hesab nə olar? Yarıda qalar. Əlvidəçi. Atsız buyur, xoş gəlmisən. Salam aleyküm. Atsız dəyərmanda xoruz olur. Bilirsən də? Xoruz ulamır axı banlayır. Uluyur demədim, olayır dedim. Buyur. Olayır. Akşamı xeyir, necəsən? İdraç sorunu var herhalde. Belə eləmək daha yaxşıdır uşaqlar. Normal birisi çıxsın, normal bir şəkildə danışa bilsin, sıxıntı yoxdur. Amma cümləni belə anlamayan adamlarla danışmaq biraz. XSS, buyur, xoş gəlmisən. Salam, axşamı xeyir kişi oğlu. Axşamı xeyir kişi oğlu. Sən Allah'a inanmırsan, hə? Hansına? 5000'e yaxın Allah var. Mən bildiyim Allah'a. Mən kitabla danışmayı qardaş. Mən fərli adamam. Ha, qışqırma, bir yavaş danış. Yavaş danış. Hə, özürsən. Nə? Borcun varsa, hə. Yavaş danış. Borcun yoxdur, sual verirəm də, sual verir. Aqressiv. Yox, inanmıram. Yox, inanmırsansa nə sübutunu axtarsan, neysən? Hayatıma təsir edən şeylərin. Hayatıma təsir edən. Qışqırma, bir saç. Bir də gidiyorum. Yavaş. Nə oldu? Sən inanırsan ki? Sən belə üzbəüz danışa bilərsən məndən elə o tonda. Kişinin çatır. Hə, hardasan? Gəl də gəl, gəl Qəbələyə gəl. Hardasan sən? Qəbələdə. Gəl. Qəbələdəsən belə şəxsidən nömrəni yaz, belə danışaq. Belə canlı da olmuruq. Məsələn, şəxsidə telefonla danışaq. Yox, mən sən yerini öyrənim, konum at, mən gəlim ora, problem yox, lap sən Qəbələnə gəlim, narahatçılıq yox. Hə, gəl də gəl Qəbələyə, gəl, satanda məni əlaqə saxladı, nə var ki? Hə, sən bir dənə indi mənim sualımıza baxırsan, problem yox, narahatçılıq yox. Aqressivliyi orada bir-birimizlə qarşıya oturub danışarıq, aqressivlik problem yox. Sən də aqressiv olarsan, sən də aqressiv olaraq, görək kim kim. Musiqinin səsini kəs orada. Dərdin nədir sən onu denə? Mənə dərdim budur ki, inanmadığın Allahın niyə sən sübutunu axtarsan? Deməli, inanırsan, bəlkə də var deyirsən. Sübut axtarmır. Nə yaxşı şeysən? Sən heç nə yaxşı. Sən qoymuşsan orada kitabları zadı, sən biraz elmin var. İlham buyur, xoş gəlmisən. Yo qardaş, mən buradayam. Nömrəmi də deyə bilərəm. 070 890 15 12. Aç, nə inirsən sən? Nə inirsən? Nə deyə bu gün, nə baş verir bu gün? Ay İlham qardaş, mikrofonu aç, mənimlə bağlı bir mövzun varsa danış. Kişilərin tanışlıq günü Bağlı, siz efirə çıxandan bəri kafirlərlə, kafir deyil, kafir deməyə, sünnilərlə şiirlər birləşib mömin olublar. Ha, bilirəm də. Mən Quran düz oxumaq istəmişəm, hafizim bir o qədər qəbul edici deyil. Hər insan o Quranı oxuyanda qəbul edə bilməz. Orada biraz ara sözlər var. Hətta ki, deyə bilərəm ki, qələmlə oxumuşam. Qələmi basırsan, o tərcümə edir. Bax, həmən elə kitabım da olub. Elektron bir kitab var, qələmli. Onunla da oxumuşam. Mən qəbul edə bilmirəm də onu. Teşekkürler Aziz. Başka bir şey var mı? Yok, bir sabit.
Teşekkürler. Visabeti getirdiler yoksa yok. Yok kim demeye vesibet alalım. Yalandan değiller de. O da niye söz verdiler axı 360 minlik size visabet söz vermişler. Vermedi de Allah veremeyip bunlar veremez onu. Teşekkürler Ya əzizler Allah olsun. Allah ya o varsa vermeyip yok. Siz burada laf eləməliydiniz. O əgər Allah inanırsa bu laf eləyirdin ki Tanrı yoktu yazılacak. Teşekkürler aziz. Teşekkürler. Ha sağ ol. Öpürəm bağrıma basıram. Sağ olun. Sağ olun. Ali buyur hoş geldin sen. Sağ olun Sevinç, axşamın xeyir. Akşamı xeyir. Sevinç, bir sual verim. Hansısa bir ateist olub ki dinə qayıdıb? Hər halda qayıtmış olar da kimsə bilmirəm. Onun səbəbi nə ola bilər? Qayıdırsa. Səbəbini soruşmamışam əzizim. Tanıdığım, yaxından tanıdığım birisi yoxdur. Yox da, əgər sən bu işlə məşğulsansa, ateistsənsə, hansısa bir ateistin dinə qayıtmağına maraqla aydınlaşdırmamışsınız ki, yəni niyə qayıtmısan? Əzizim, tanıdığım bir ateist yoxdur ki dinə qayıtsın. Əksinə minlərlə ateist tanıyıram ki dindən çıxıb. Ya amma eşitmisən də, yəni dinə qayıdan bir ateist. Hə, ola bilər eşitmişəm. Onu demək belə deyək də, yəqin bu kitabı az oxuyub. Sizin kimi yəni o çox oxumayıb deyənə bilmir də. Mən sizin dildə deyim. Əzizim, ya bir psixolojiyada mənəvi bir şeyə sığınma ehtiyacı da ola bilər və ya bir biznes məsələsi də ola bilər, biznes marağı da ola bilər. Siz yaxşı belə birdən sual verin. Eşitmisən ki, indiyənə kimi 9 yaşlı Azərbaycanda ya 8 yaşlı deyirsən, kimsə qızını evləndirsin. Yüzlərlə fakt var. Çar Rusiyası arxivlərinə baxmısan sən? Yox. Azərbaycanda elə bir şey eşitmisən? Çar Rusiyası şeylərin arxivlərinə baxmısan? Əzizim, mən gör nə deyirəm. Mən müsəlmanım da. Mən demirəm, mən kitab oxumuşam, nə bilim, Quran kitabı oxumamışam. Oxumamış müsəlmansan, eləmi? Hə, qulaq as. Sən mənə demək ki, burada imamın kimdir, falan kəs kimdir. Mən kitabdan danışmaq istəmirəm. Bugünkü gün dinimiz. Məsəl üçün, mən hansısa bir günah eləsəm, düşünürəm ki, Allah var göydə, günah eləsəm belə olar, elə olar. Fikirləşirəm də, bu Allah qorxusu var içində. Səncə 10 yaşında qız almaq günahdır, ay Ali? Necə? 10 yaşında qız almaq, ərə vermək günahdır? Mənim üçün bəli günahdır. Sən din və gör günahdır öyle axı? Yox, bir dəqiqə əziz, bax gör mən nə deyirəm də. Mənim üçün bu gündən hansısa müsəlman Azərbaycanı göstərər ki, bugünkü bizim dövrümüzdə 9 yaşlı qız alsın. Birincisi qaqaş, birincisi. Aha, buyur. Sənin dinin deyil, ölkədə konstitusiya və qanunvericilik keçərlidir. 9 yaşında qız uşaqlarının ərə verilməsini, arvad olunmasını və qadın haqlarını qoruyan bir qanun mexanizmamız var. Mən konstitusiyadan qabaq, mənim özü kişiliyim qəbul edirəm onu. Təşəkkürlər. Danışdığım yerdə kəsirsənsə, müdaxilə edirsənsə, deməli sən cavablar zadlar maraqlandırmır. Sən özün bilmədiyin bir dini, özünə müsəlman deyib, mən soxuşturma gəlmişsən hər halda bu. Nurcan buyurun, xoş gəlmişsiniz. Salam. Hər vaxtın xeyir. Ne deyirsən Çevik bəy? Mən özüm TikTok işlətmirəm, ona görə uşaqların telefonu ilə qoşuldum. Sırf sizin canlınıza baxmaq üçün və sizlə bir balaca diskusiya eləmək istəyərdim. Təşəkkürlər. Mən özüm də elə sizin kimi ateisəm, yəni vaxtilə 10 il, sərhasər 10 il coğrafi müsəlman olaraq dini rituallara xidmət eləmişəm. Sonradan bir sıra səbəblərdən yəni ateist olmuşam. Eşidirsinizmi məni? Eşidirəm əzizim, nə etməyimi gözləyirsən? Medalyon vereyim. Ya, belə aqressiv danışma da. Bax, sırf elə... Əzizim, mən az öncə məlumat verdim. Axı, mənlə eyni mövqeyi müdafiə edən yoldaşlar bura qoşulub monoloq eləməsinlər. Çünki bu konsepti də vaxt qısıtlamasında bizə problem yaradır. Söhbət monoloqdan getmir. Söhbətin diskusiya deyirsən, diskusiyadır, qoşulmuşuq. Yaxşı, bir səhv də elədik. Diskusiya eləyək. Belə aqressiv qarşı... Aqressiv deyil. Ateistsiniz bəyəfəndi. Mən Diamond tema ilə diskusiya eləyirəm hərdən. Diamond temada, yəqin ki tanıyarsan, agnostikdir də o da. Yəni amma sizə də baxıram, mən Facebookdan izləyirəm sizi, qısa videolarınızı, bir də YouTubedan. Mən baxıram ki, belə qarşıdakı adamları
çox əzməyə çalışırsınız. Səbəbi Əzim, mən daima kimə əzib bir adam deyiləm. Ağlayanı mən belə elədilər deyən adam da deyiləm. Formatımı zaten gizlətməmişəm. Nə də mövqeyimi zaten gizlətməmişəm. Militarist bir formatda yayın aparan bir adamım. Bunu kimsə də gizlətməmişəm. Hə, kateqoriya olaraq soruşsansa militan ateist deyə bilərsən. Umurumda belə deyil. Çünki format budur. İndi gəldik digər bir məsələyə, gözəl insan. Məsələ burasında ki, gəlmirsən, deyirsən mən ateistəm. Tamam, bir ateist bir-biri ilə hansı mexanizmada danışa bilər? Fəlsəfi pozisiyada. İndi mən səndən soruşacağam ki, naturalizm nədir, materializm nədir, pragmatizm nədir, pozitivizm nədir, rasionalizm nədir? Sən bunların cavablarını verə biləcəksənmi? Nurcan. Kardeş. Kardeş. Ben sesim geldi. Gitti. Ramal buyur, hoş geldin. Qardaş necəsən? Axşamın xeyir olsun. Akşamın xeyir, çox sağ ol. Siz necəsiniz? Şükür, yavaş-yavaş. Yaxşı olasınız. Dünən qardaşım, dünən bir dənə canlıya girmişəm. Oşum baxıram, qulaq asıram, danışırlar. Girdim, bir dənə sual verdim. Heç bilmirlər, mənə qayıdır ki, sən sevginin canlısına girmişsən yaqın. Deyirəm ki, sevginin canlısına deyəndə mən ora hərdən bir girərəm ya girmərəm. Deyir, hamınızı bu yoldan çıxardıq. Deyirəm, nə yoldan çıxardıq məni? Deyir ki, mənə dediyi suala bax. Deyirəm ki, bəs mənim bilmədiyim şeyləri mən Sevik bəydən soruşuram. O mənə izahını verir. Amma sənə deyirəm, sən mənə izah verə bilmirsən. Bunu necə qiymətləndirə bilir? Yox, qardaş, ateist söhbət deyir. Bu sizin suallarınızda, sizə sual verəndə, xeyr, qardaşım, ateist deyirəm. Bu sizin söhbətiniz mənim xoşuma gəlir, danışanda. Teşekkür ederim. Sualın cavabını axıra qədər verirsiniz. Bax, mənim o xoşuma gəlir. Amma onlara sual verirsən. Amma onlara sual verirəm ki, qardaşım, mən bilmirəm də, elə ki, mən onun izahını ver. Mən anlayıram, onda başlayır, bəlaya gələrsən, nəyə gəl. Deyirəm, qardaş, o bəlaya gəl. Ay, nə bilim, sağ ol, qardaşım. Sağ ol. Bir fikir bildirmək istəyirəm. Olar mı? Aha. Ha, buyur, buyur. Siz bilirsiniz ki, fizikada kvant dalğalarına deyirlər ki, yaranmayıb və ya yaradılmayıb. Aha. Siz məsələn bunu tanrı anlayışına uyğulayanda, yəni kimsə sizə deyəndə ki, tanrı yaranmayıb, yaradılmayıb, niyə bu sizə qəribə gəlir? Əzizim, qəribə gəlmə məsələsi deyil. Tanrı deyəndə nəyə nəzərdə tutursan? Yəni mən tanrı deyəndə əslində yəni çox güclü bir enerji olaraq fikirləşirəm. Yəni sadəcə o Quranda yazılan kimi tanım ver də. Tanım ver də, tanım ver. Siz tanımı mən İslam dini kimi fikirləşməyin. Orada tanım mən ayrı. Orada uşaq. Bir dəqiqə səbirli ol, bir dəqiqə səbirli ol dostum. Ay yoldaşlar, ay vətəndaşlar, mən danışdım, bayaqlarım dedim də zaten. İkincisi, o qaqaş Tovuzludur, onların ləhcəsi elədi. Mən sizə dedim, axı ehtiyac yoxdur, artıq söz yazmayın çatda. Oyundur, udublarsa danışmalıdırlar. Udanda biz də o qədər söz deyirik. Eləməyin də belə şeyləri. Sakin, relax. Oyundur, dünən udmuşduq, bugün uduzduq. Dünən bildiyim məzələr diyorlar, gördün səsləmdə çıxmadı. Sakin. Relax. Kaydedip xeyr, mənlə olan heç bir oyun paylaşıla bilməz. Kim oynayırsa olsun, mənlə oynanılmış bir oyun paylaşıla bilməz. Sakin olun. Ne var ki burada? Ha, buyur qaqaş. Paylaşacaqlar deyil, ola bilməz, mən yazarım. Yazarım. Özünə yazarım. Paylaşmaq olmaz. Hə, buyur. Nə demək istəyirsən? Tanrı deyəndə tanım ver də mənim qardaşım. Mən tanrı deyəndə sadəcə bir başlanğıc qoyan olan fikirləşirəm ki, bu başlanğıc qoyulub və o təkamül nəticəsində davam edib. Elə fikirləşirəm. Mən inanmıram ki, birdən-birə insan yarandı və yaxud başqa şeylər birdən-birə yarandı. Bu məntiqsiz bir hərəkətdir məncə. Amma biz kvant dalğaları deyəndə ki, yaranmayıb, yaradılmayıb, bu da biraz məntiqsiz çıxır ki, sonra deyəcəm kvant dalğaları necə yaranır? Başa düşürəm, Big Bang-dən sonra, yəni deyirlər ki, kvant dalğaları həmişə olub. Yəni zaman yaranan vaxt, yəni Big Bang olan dövrdən belə, yəni o zamandan belə kvant dalğaları olub. Yəni mən onu fikirləşirəm ki, bəs niyə kvant dalğalarına deyirlər ki, yaranmayıb, yaradılmayıb, amma tanrı anlayışına deyirlər ki, yaranmayıb, yaradılmayıb. Yəni demirlər.
O paradoks qoyulur ki, Tanrı o qoyulur ki, yaxşı bəs Tanrı yaratdı, bəs Tanrını kim yaratdı? Bu paradoks niyə kvant dalğalarına qoyulmur? Ay qardaşım, Tanrı nədir? Dəlil et niyə mənə? Mən isə Tanrıdan danışmaq istəmirəm. Sadəcə kvant dalğalarından söhbət etmək istəyirəm. Yəni onun fikri bana. Kvant dalğaları kvant dalğalarıdır və tamamilə empirik sistemə daxildir. Söhbət nədən gedir? Bəs məsəl üçün kvant dalğalarının əvvəl nə olub? Apeiron, sonsuzdan gələn sonsuza gedən. Varsa bir kontran denən bilək. Başa düşdüm. Bəs bir dənə sualım varsa, siz deyirsiniz ki, bu qızlar bu yaşdan vaxtı evləndirilir, uşaq yaşında evləndirilir. Mən bəzi yerlərdə görmüşdüm ki, deyirlər ki, qızlar böyüyəndən sonra onların yaşları sayılmağa başlayır. Yəni həmin o dövrə gələndən sonra onlar yaş dövrü sayılır. Yəni o vaxta kimi yaşları sayılır. Bu düz söhbətdir sizdən. Səlmansan. Mənə bax, şunda Xədicə neçə yaşı var idi ki, Peyğəmbərlə evlənəndə? O yalan deyirəm, amma deyilənə görə 6-7 yaş oldu. Deyəsə 9 yaş oldu. Xədicəni deyirəm, Xədicəni. Vallahi bilmirəm, yalan deyirəm. Hə. Sadəcə onu soruşma, o düzdür sizcə ki, yəni bir yaşdan sonra sayılır. Yox. Başa düşdüm. Çox sağ ol. Sən də sağ ol. Əsən işlər. Sən işlər. Adı Gözəlov, buyur, xoş gəlmişsən. Hər vaxtın xeyir dostum, buyur. Sizin adınız necə idi? Mən adım Şey yazılır. Tanrı verdi. Lap yaxşı, Tanrı verdi qardaş. Buyur. Belə bir şey yazmışsınız ki, uzun sözün qısası yazmışsınız ki, Karoçi Allah yoxdur. Dara düşmüsünüz, yəni çətinliyə düşmüsünüz təklik olanda. Ay sağ olun. Mən isə belə bir şey deyim. Mən əksər onlarda şahid oluram ki, mən ümumən deyim, bir dənə dostum var, dedi ki, ateistəm. Biz elə bir yerə gəldik, çatdıq ki, ikimiz də dara düşdük eyni vəziyyətdə. Ateist dostum Allaha yalvarırdı ki, Allah qurban olum, mən bu dardan çıxar. Yəni dediyim odur ki, biz dədə-babadan görmüşük. Yəni uşaqlıqdan fərq elən bir atamız, dədəmiz, babamız hamısı bizə Allahın var olduğunu və biz müsəlman olduğumuz üçün ona inandığımızı onlar bizə göstəribdi. Bu platform üzəri neçə ildə çıxıbdı? Maksimum götürək 10 ildə çıxıbdı. Siz bura çıxmısınız 2K, 1K, nə bilim insan olacağınızda durub burada deyirsiniz ki, Allah yoxdur. Və əlinizdə sübut var ki, filan kəs yoxdur deyə bir şey var. Necə? Var. Mənim inancıma görə var, əlbəttə ki, var. Nədir sənin inancın? Mənim inancım Allaha inanıram. Uşaqlığımdan necə görmüşəm, mənim 19 yaşım var da. Hansına inansın? Allah təkdir. Allah təkdir. Hansı Allah təkdir? Bizim Allahımız təkdir. Sən neçə Allahın var? Siz kimsiniz? Mən Allahım yoxdur. Biz müsəlmanlar. Ay sağ ol. Tanıt müsəlman Allah'ını. Ay sağ ol. Müsəlman Allah mənim düşüncəm, mənim xəyalımda, mənim fikrimdə, zehnimdə, Quranda keçən, mənim düşüncəmdə necə yaranıbsa, mənim Allahımdır. Səni kimi yüz minlərlə insan gəlsin. Bilirsən necədir? Əksər hallarda bir kütlə olur da, kütlənin bir nətər deyimsə, bir yön göstərən olur. Sən burada durursan, millətə belə bir şeyi nəyisə də deməyə çalışırsan. İndi kimsən, nəticəsən, onu özün yaxşı bilərsən ki, mən səni ümumiyyətlə tanımıram belə. Nəyisə fikrimi bildirirsən, səni də duran, düşüncəsi zəif olan, uşaqlığından görür, gəlir sənin kimi insanları görür burada. Başlayır düşüncəsi zəif olduğu halda sənin fikrinə vid verir. Başlayır sənə inanmağa. Sən sadəcə bilsən nətərdir. Mən səni pisləmirəm ha. Çünki mən sənin şəxsi və heç nə deyə bilmərəm. Çünki səni tanımıram. Amma ki, sənin kimi insanlar çıxırlar kütlə qarşısında, insanların sadəcə olaraq əqli, düşüncəsini başlayırlar ki, ətrafda pis tanıtmağa. Necə olur ki, 10 il əvvəl heç nə yox idi. Hər kəs Azərbaycan əhalisinin demək olar ki, əksəriyyəti Allaha inanırdı. İndi girirəm yorumlara baxıram. Qayıdıb burada deyirlər ki, şeydir. Adı nədir sən? Mən ateistəm. Adı nədir? Əli Adı Gözəlov bəs eləyir. Adı Gözəlov 10 il əvvəl yox idi, 10 il əvvəldən var idi. 10-15 il əvvəl birində öldürmüşdünüz. Sizin barbarlığınız ucbatından öldürüldü. Şimdi geldi ikinciye. Kulak as. Kardeş ben sana... Kulak as. Sakin. Yavaş yavaş. Sana qoşulan mənə fikrimi deməyə mən ehtiyacım var da. Növbə ilə. Sen mənə deyəcəm, Rafiq Tağını kim ve niye öldürdü?
Qadın hanım, Rafiq Tağı kimdir? Mən sənə başqa söhbət edirəm. Başıma dönüm sən. Rafiq Tağı nədir? Dinin nədir sən? Təkrar soruşacağım. Müsəlmansan? Əlbəttə ki, əlhəmdülillah. Fikrimi dəyişdim. Müsəlman olmaq istəyirəm. Mən müsəlman edim. Nətər olum? O sənin şəxsi düşüncəndir. Dəvət eləmirsən Mən sənə nəysə də... Bir insan deyir ki, Allah yoxdur, onun kimdir nə dəvət eləyər? İslam dininə dəvət eləmirsən? Nə, bu gün nə fikrini dəyişirsən? Necə? Hə, hal-hazırda mən İslamı doğru düzgün təqdim eləyə bilsən dəyişəcəm. Gir araşdır qaqa. Mən sənə başqa nə deyim? Mən molla Sən deyiləm. nətər müsəlman olmusan? Nətər müsəlman olduğu dinə mən də olum da. Bax belə deyim sənə. Ümumiyə getsək, məsələn müsəlman yeri gəlsə namaz qılmalıdır da, ən azından namazını qılmalıdır. Mən onu da qılmıram. Elədir, faktdan danışaq. Ay sağ ol. Oxumusan mı Amma Quranı? ki müsəlman səbir ol. Yox, oxumamışam. Ümumiyyətcə əlaqəm yoxdur. Yeri gəlsə haram işlər eləmişəm, söhbəti yox. Amma bir şey var ki, mən dediyim bir dənə kəlmə odur ki, mürtəd kişi, səbrin olsun. gənc mürtəd. Səbrin Sən olsun. kimsən ki İslam müdafiəsinə çıxırsan burada? Gənc mürtəd. Səbrin olsun. Səbrin olsun Yox, dedim səbir. də. Bax sənin canlıma qoşdum. Grazie. Sən bir müsəlman ol, sonra gəldin də ki müsəlman olmaq lazımdır. Olmaz axı. Elnara xanım buyurun, xoş gəlmisiniz. Ay Elnara xanım. Ay Elnara xanım. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir qardaş, buyur səni dinləyirəm. Necəsiz qardaş? Yaxşıyam, çox sağ ol, Qardaş, sən necəsən? Bu dini deyəmirəm, mən də düzünə qalsa dində biraz necə deyərlər, şübhəm var. Nə baxımdan şübhəm var? Necə ki o Quranda mən oxumamışam düzünə qalsa Quranda. Quranda eşitdiyimə görə də belə dindarlardan eşitdiyimə görə ki, Quranda ancaq orucu nə ilə açırlar? Yəni dəvədən, nədən bəhs edir, orada hansı heyvandan bəhs edir. Ona görə mən Qurana inanmıram. Çünki ərəblərdə olan şeylərdən bəhs edir də. Yəni bir tərəflərdə olan heyvanlardan heç bəhs eləmir. Məsələn, buzlu okeandan heç bəhs eləmir də orada Qurani-Kərimdə də. Ona görə də biraz şübhəm var da Qurani-Kərimin insanların peyğəmbər Allah tərəfindən gəlməsindən şübhəm var da. Mən özüm deyirəm, yəni beləsinə nə idi? Qurani-Kərimin varlığına inanmıram da, yəni Allah tərəfindən göndərilənə inanmıram. Amma bilsə nədədir? Yəni sən hansı dini tutursan, o birisi hansı dini tutur, mənim üçün önəmi yoxdur, nətər önəmi yoxdur. Yəni hamısına hörmət edirəm, insanlığına görə hörmət edirəm də. Yəni mənim üçün hansı dini yolun hansı yolla gedir, hansı dini təqib eləyir, mənim üçün dəxli yoxdur. Yəni burada da öz dini özü tərəf çıxır. Yəni deyirsiniz Allah. Yəni bir dənə söz deyim, yəni belə sizə məndən böyüksüz bəlkə də mən sizə öyrətmək kimi çıxmasın, yəni. Deyirsiniz ki, Allahı nətər deyirlər? Sübut elə də Allahım. İndi sən sizə bir dənə söz deyim də, mən də bir deyiz olaraq deyirəm ki, yəni bir Allahın yoxluğu barədə deyirsiniz ki, Allah yoxdur. Allahın olmadığı barədə mənə bir isbat verin də, yəni. Hə, Allah məsələsi sabit tərifə sabit deyil. Bu səbəbdən də varlıq kateqoriyasına girə bilməz. Göy üzünü yukarıda saxlayan, yəni insan yarada bilməyən şeyləri kim yaradır? Yəni meyvələrdir, yer üzündə olan meyvələrdir, insanı yaradan. Allah yaradır bəzən. Nə yaradır be? Mən belə bilirəm. Yox, təkamül var işin içində, təkamül. Seleksiyalar, adaptasiyalar. Təkamül nə deməkdir? Nə anlama gəlir? Yəni mən onu bilmək istəyirəm. Çox işləyirəm o sözləri. Təkamüllü. Populyasiya içində gen və özəlliklərin inkişafı, dağıdılması, paylanılması, ötürülməsi. Deyək ki, insan belə yaranıbdır, meyvələr belə yaranıbdır və göy üzü necə yaranıbdır? Göy üzü, yəni göyün belə bizim üçün, mənim üçün möcüzədir də, yəni mən ona görə Allah'a. Fiziki proseslərin bir nəticəsidir, Big Bang və s. Nova partlayışları, supernovalar və s. Biz möcüzə görmürük də, möcüzə deyil əslində göy üzü.
Yok, möcüzə falan deyil. Başka bir şey var. Yok, ben soruşdum hocam. Her bir dine, yani burada da insanlar dinle danışır, yani hiçbir surəni bilmeyen adam dinle danışır. Yani surede dualarına bir tane şey Teşekkürler. Sağ olasın. Ferit buyur, hoş gelmişsin. Ay Ferit. Ferit Bey. Bu ne söz diye yazmışsan aşağıda? Eşek boyda kişi sense koş beni. Ha, gel. Gel. Ne cümlesi? Sən 9 yaşında evlənib zat. Epsteinlə niyə danışmırsan? O qədər qıza təcavüz edib. Yahudilərin Epstein itisən də, şərəfsizdir. bildiyin Yahudilərin itisən. Bildiyin yəni Yahudilərin itisən də. Ged yenə şəkil çəkdir, LinkedIn-də paylaş İsrail bayrağı ilə. Hoşun gəlir şeydən, Xomeynidən. Qaçdı getdi. Bədbaxt köpək uşağı, bədbaxt. Oh. Yazıq. Sadəcə yazıq. Xumuşun küçükləri. Cavid buyur, hoş gəlmişsən. Ay Cavid. Axşamın xeyir. Salam aleyküm qardaş. Axşam xeyir. Növbən gözlə də bir dənə dostum. Cavidin növbəsidir. Buyur Cavid. Qardaş, bu dinlər bizdə Allah anlayışı çoxdan yaranıb da. Demək olar ki, insanlıq Homo sapiens dövründən, insanlıq ağlı olandan bəri Allah anlayışı yaranıb insanlarda. Bu insanlara məna qatır da, belə deyək. Nə kimi bir məna qatır? Məna ona görə qatır ki, yəni belə deyək də, əgər pis bir şey olsaydı, tutaq ki də sizin tərəfdən baxaq da, yəni ziyanlı bir şey olsaydı, bu konsept, bu Allah konsepti fikri, bu boyda insanlıq gəlib bu zamana çatıb, bu dövrə çatıb, hamısının mənası olub da, onların məna anlayışı. Tanrı, məna dediğin şey filologiyada semantik olarak təyin olunur. Mən Tanrının mənasını bir dənə denəndə. Yox, Tanrının mənası deyəndə ki, insanlar, mən sizə konkret olaraq... Bax əzim, mən, Caviddən qulaq asam, rica edirəm. Cavid, mən burada basit, sadə dil ədəbiyyat dərsi üçün oturmamışam. Orta məktəb səviyyəsindəki dil dərsləri, ədəbiyyat dərsləri üçün oturmamışam. Mən gələn hər bir adama oturub nəyin nə olduğunu izah edib, argument nətər qurulur, kontrargument nətər verilir, izah eləmək məcburiyyətində falan deyiləm. Əzizim, sən deyirsən ki, hər şeyin mənası olmalıdır və məna verir insanlara. Mən də deyirəm sənə, bu məna dediyin şey semantikadır. Zəhmət olmasa Allah dediyin şeyin semantik tərifini ver. Oyun oynamırıq burada. Başa düşürsənmi? Mən sizə rasional danışmıram, bir empirik dəlil gətirmirəm ki, bu belə olur, forması belə olur. Sadəcə olaraq insanlar nəyə görə bu Tanrını yaradıblar? Yaxşı, siz tərəfdən Ehtiyat səbəbilə, qorxu və ehtiyat, bilinməzlik və gizəm səbəbilə. Aha. Bir mənadır da bu da. Məna deyil bu. Mən sənə Tanrının mənasını deyirəm. İnsanların beynində olan mənanı deyirəm. Yəni mən Tanrının mənasını danışmıram. Yəni onlar üçün bir təsəlli olub da, bir təsəlli olur. Bir şeyə çatmayanda Tanrıdan yapışıblar. Belə psixoloji olaraq. Mən səni başa düşdüm, Cavid. Mən səni başa düşdüm. Tanrı var mıdır, yox mudur? Pis olan o şeydir ki, birisi o Tanrı adını çəkib terror aktı da törədə bilir. Mənim qardaşım, düz deyil. Hə, pisdir. Mən niyə buna məruz qalmalıyam ki? Bu anlayışın insanların beynindən siləndə bu hadisələr olmayacaq sizcə? Japoniyada, Norveçdə, Estoniyada, İsveçdə minimum Tanrı anlayışı var. Səncə çox olur orada terror aktları? Hamısında olur Tanrı anlayışı. İndi bir dənə bizə baxaq. Yox deyirəm, indi yoxdur. Son 5 ildə, 10 ildə yoxdur, düzdür? Nə qədər terror aktı olub məsəl üçün Japoniyada, Norveçdə, İsveçdə, Estoniyada, İzlandada? Bəs nə qədər özünün intihar hadisəsi olub araşdırmısınız siz? Necə? İntihar hadisələrini araşdırmısınız siz? Avropada, Norveçdə? Skandinav ölkələrində araşdırmısınız intihar hadisələrini? İntihar hadisəsi mənəviyyatla, bu Tanrı anlayışına nə əlaqəsi var? Çünki insanlar məna tapmayıblar özlərinə. Məna olmayıb. Psixoloji olaraq bir şeyə sığınmayıblar, mənaları olmayıblar.
Sığın da diyor, milli değerlerimizə sığın, vətənpərvərliyə sığın, türkçülüyə sığın. Sən sığınmaq üçün ton yarım alternativ veririk. Kimsə sizi kimi olmur ki, adam var ki, saat 8-də işə gedib axşam 12-də gəlir. O Bildim mən kitab qardaşım. oxuya bilmir. Sığınacağın o qədər anlayış var. Sən Azərbaycan intihar olanlarından fərqin var. Xəbərin var mı Azərbaycanda nə qədər intihar sayısı var? Hər halda Skandinav Bax o inançsız dedin çoxdur. Kim deyir onu? araşdırıb baxa bilərsiniz. Kim deyir onu? Hansı ölkədən gedir söhbət? Dünyada yazın Google-a baxın da adi bir şey Wikipedia. Dünyada ən çox intihar hadisəsi. Sən də baxa bilərsən də. Norveç dünyada birinci yerdə ola bilər, amma Azərbaycanda az intihar hadisəsi olduğu anlamına gəlmir bu bir. İkincisi, ölümləri sadəcə intiharla açıqlaya bilməzsən. Azərbaycanda nə qədər tibb sahəsində ölüm var bilirsən, bilmirsən. Sosioloji sahədə nə qədər ölüm var bilirsən, bilmirsən. Məsələ burasındadır ki, mənim qardaşım, bizim sistemimiz, hal-hazırdakı sistemimiz, sosioloji anlayışımız rasional çərçivədə və fəlsəfi background olan bir anlayış deyil. Bugünkü tanrı anlayışı belə rasional deyil. İndi gəldik digər bir məsələyə. Bir Allaha mı ehtiyacı var? Səncə? Sən deyirsən var. Əhsən. Bizimki olsun, bizim mədəniyyətə, kültürə uyğunlaşmayan bir Allah anlayışına niyə ehtiyacı var? İndi gəldik üçüncüsünə. Bir sığınma mənəviyyatına mı ehtiyacı var? Gök tengri var. Tengri mexanizması var. Alsın, sığınsın. Mən İslamın Allah'ını danışmıyorum. İslam Aysun. Əhsən. Konsept olarak götürsün tengrizmi istediği kadar inansın. Ben zaten panteizme karışmıram. Siz yazmışsınız ki, yox siz ateizm zaten tengrizm də inkar edir, düz deyil. Mən eləmirəm burada canlı yayımda panteizmə, tengrizmə qarşı çıxmıram. Ateizm zaten bütün yaradıcılığı, bütün dinləri, bütpərəstlikdən tutmuş hamısını inkar edir. Düzdür? Zaten bu yani sizdən nə oldu ki bu İslamın Allahı oldu, tengrizm oldu, nə bilim bu olsun da tengrizmdə bir Allah anlayışı var. Bu tanımlanmış Allah anlayışı var. Nədir tengrizm bilirsən? Panteizm nədir bilirsən ümumiyyətlə? Panteizm kainatın Allah olduğunu qəbul edir. Ay sol, ha kainat dediyi bunu naturalizm çərçivəyə, naturalist çərçivəyə saldı. Ha buna birisi Allah dedi. Səhvdir. Düzdür. Amma yəni mənim deməyim odur ki, insanlar sizin dediyiniz kimi də, yəni insanlar psixoloji olaraq sığınır və bu bizim dəyişə biləcəyimiz bir şey deyil. Yəni Homo sapiensin hardasa mənim dəyişə biləcəyim bir şeydir və dəyişirəm də zaten. Üzr istəyirəm. 70 min il Homo sapiensin yaşı var da insanların. 300 min il. Səhv etməmsə bu ölkələrə, qitələrə 70 min il əvvəl yayılıblar, yaxın şərqə gəlib. O başqa şeydir, amma Homo sapiensin ümumi yaşından qoyursansa söhbət 300 min. Və burada bizə Tanrı da ən çox minimum 70 min il bundan əvvəl Tanrı konsepti insanlarda nəysə yoxdur. Yəni 70 min ildir bu gəlir. Ovçu toplayıcılıqdan başlayır. Animizm və totemizm anlayışı. Bəli, animizm də bir şeydir də elə. Tanrı konsepti deyildir. Tam olarak. Tam olarak olmasa da yani en azı insanların yenə də tək tanrılı, yəni monoteistik bir anlayış değildir. Monoteistik anlayışlar İbrahimlərlə başlayır. Bəli. Yox, yenə deyirəm, ateizmdə fərqi nədir ki? Ateizm odur ki, heç bir tanrıya sığınmamaqdır da. Mən burada İslamın tanrısından danışmıram. Əzizcət istəyirsən vedrəyə sığın, kimsə sənə mane olur. Yox, mən onu demirəm. Sadəcə olaraq deyirəm ki, yəni insanların da sığındığı bir şey olmalı, bir məna olmalıdır insanlarda. Mən də deyirəm ki, ateistlərin bir şeye sığınmağa ehtiyacı yoxdur. Bilirsiniz niyə? Çünki siz daha çox oxumusunuz, sizin sahəniz fərqli olur, fəlsəfə ilə maraqlanmışsınız, bunu çıxartmışsınız və hər halda nəyəsə sığınma ehtiyacınız yoxdur. Yenə deyirəm, adam var ki, saat 8-də durur, gedir 12-ə qədər deyir. Əhsən. Bax, bura qədər bu cümlən və bu argumentin, okey. Bax, əzizim, birincisi, rasional kateqoriyada olan, sən nə demək istədiyimi anlayacaqsan özün. Rasional çərçivədə olan bütün cəmaatı, bütün topluluğunun tamamı rasional düşüncə qabiliyyətə sahib olan dünyada tək bir ölkə yoxdur. Bilirsən də bunu? Əhsən. Bəli. Mənim hədəfim bütün ölkəni ateist eləmək ya da bütün ölkəni rasional çərçivəyə salmaq falan deyil. Əzizim, ölkəni, Amerikalıların hepsi hamısı dəryazıdır, Einstein zaddır. Xeyr. Məsələ burasındadır ki, Amerikanı Amerika eləyən bəlli bir topluluq var. Elitar topluluq deyirlər ona, yəni akademik çevrəsi var. O ayaqda saxlayır, geri qalanı olmasa da olar. Məsələ burasında ki, Azərbaycanda bu da yoxdur. Başa düşürsən?
Azərbaycan ümumiyyətlə rasional çərçivədə yetişmiş bir topluluq demiyorlar ki, yox səviyyəsindədir. Bir xırda qism. Əzizim, idarəçilikdən başa düş. Təkcə idarəçiliyin məsələsi ola bilməz bu. İdarəçilikdə də bizim ətrafımızda olan insanlar var. Yəni din buna niyə mane olsun ki? Bax, mane olur da qardaş. Tanrı konsepti niyə mane olsun ki buna? Tanrı konseptinin nə olduğunu bilirlər ümumiyyətlə. Yox, bilməkdən söhbət getmir. Yəni bizim... Ay qardaşım, bax, çox utopik adamsan. Başa düşürəm, yaxşı arzularım var, yaxşı düşüncələrim. Çox utopik adamsan. Bax, əgər siyasətlə sosiologiyanı bir-birinə soxacaqsansa ki, soxursan hal-hazırda. Tanrı ilə, idarəçilik ilə, Tanrı bilir. Mən qardaşım, məsələ burasındadır ki, hüquq sistemi, haqq ədalətin təmini şəxsin keyfinə görə təyin olmuş bir anlayış deyil. Və sənin din konsepti dediyin şey, Tanrı konsepti dediyin şey İslamdan müstəqil deyildir. Quranı qırağa qoyanda fəlsəfi, metafizik bir Tanrı anlayışı var ha. Fəlsəfənin ortaya qoyduğu Tanrı. Neçə nəfər bilir bu söhbəti? Bilən bilirdir. Fəlsəfənin tanrısı ayrı bir şeydir. Bəli. Teologiyanın tanrısı ayrı bir şeydir. Razısan? Bəli, Gözəl. Azərbaycan hüquq... Azərbaycanda teologiyanın tanrısından söhbət gedir, yoxsa fəlsəfənin? Onu anladım. Azərbaycanda hal-hazırda idarəçiliyə nə dəxli var? Deyim sənə. Bax, Azərbaycanda idarəçilik sistemi ya da ki alt mexanizmalar, üst mexanizmalar, sistem ultra şəffaf olmağı hamımız istəyəcək bir şeydir, düzdür? Tamam. Sən neçə nəfər tanıyırsan ki, bir ateistin təbliğat aparmasına anormal baxmasın, aqressiyinə baxmasın. Hər gün mən burada yüzlərlə adama məruz qalıram. Sən niyə təbliğat aparsın? İndi nətər izah edeyim ki, mən buna konstitusiyonla haqqımdır bu mən. Bax, indi gəldik üçüncü bir məsələyə, mən qardaşım. Mövzu bundan ibarətdir ki, əgər sən bütün dünyanın sözdə də olsa, dırnaqarası da olsa ultra demokratik dediyi sistemi tətbiq elədiyin anda işin içinə bir sən də çıxır. Birisi çıxacaq LGBT-ni təbliğ eləyəcək. Birisi çıxacaq separatizmi təbliğ eləyəcək. Birisi çıxacaq diskriminasiyanı təbliğ eləyəcək. Çıxa biləsən altından. Çıxamıyorsan. Hə, çıxamıyorsan. Məsəl üçün mən ateistəm. Məsəl üçün Avropadakı ateistlər üçün LGBT, bəzi ateist qruplar üçün LGBT bir sorun deyildir, amma mənim üçün sorundur. Mən LGBT falan görmək istəmirəm. Başa düşdün? Hər ölkənin öz sisteminə uyğun düşüncə yapısı olmalıdır. Məsələ burasıdır ki, bizim ölkəmizdə fəlsəfi background yoxdur. Biz onu qurmağa çalışırıq. Sorğulaya bilən bir mexanizm var. Biri var dinə və ya Tanrı konseptinə fəlsəfi çərçivədən baxasan, sorğulayasan, ondan sonra gedəsən. Bir də var ki, babam namaz qılırdı, mən də qıldım. Nənəm namaz qılırdı, mən də qıldım. O adamı da birisi orada deyir ki, nə bilim, müştehiddən gələn əmirləri icra eləmək savabdır. 70 dənə huri verəcəklər, adam getdi işin görməyə. Olur belə şeylər? Olmur. Gəldik final nöqtəsinə. Sonuncu nöqtəsi. Mən qardaşım, hər bir sistemin, hər bir dövlətin içində risk analizi deyə bir şey olur. Data analitikada da var bu, biznesdə də var, siyasətdə də var. Risk analizi. Bizim risk analizi elədiyimizdə, istənilən sivil vətəndaş risk analizi deyəndə baxır ki, ölkəmizdə ultra səviyyədə radikalizm yoxdur, amma diskriminasiya var. Bu diskriminasiya da bəlli qruplar tərəfindən, üçüncü dövlətlər tərəfindən istismar olunur. Ultra səviyyədə radikalizm var idi 2010-larda, 2012-lərdə, 13-lərdə. Onlarda kök yavaş-yavaş əməliyyatlarla, hüquq mühafizənin fəaliyyətləri ilə yavaş-yavaş kəsildi. Bugünün problemi o radikalizmdən daha təhlükəlidir. Bilirsən niyə? Qardaşım, o günün radikalları göz önündə idi və ya göz önündə olacaqdı. Tutursan, atırsan içəri. Bugün maskalanırlar. Maskalanırlar. Bax, hər şey möhtəşəmdir, dövlət, idarəçilik, hər şey zordur deyən sələflər var idi, bir qism sələflər. Bu sələflərin yavaş-yavaş öndə olanları başlayıblar artıq fərqli-fərqli söhbətlər eləməyə. Qeyri-əxlaqi söhbətlərdən belə gedir söhbət. Bax, mənə qardaşım, ateizmi sistemin içindən çıxartsan, naturalizmi sistemin içindən çıxartsan, sən şiə-sünni davasının içində qalasın. Qalmayassan, hə. Ən azından biz dengeleyici bir ünsürük. Bu bir. Dördüncü, dövlət mexanizmaları içində diskriminasiya bilsən nəyə yol açacaq? Separatizmə. O separatizmin içindən çıxmağa garantiya verə bilərsənsə, separatizm bilirsən də nədir? Bir bölgə şiə, bu birisi bölgə sünni, etnik olaraq da bir-birindən ayrı millət. İndi gəldik sonuncusuna. Qeyri-nizami hərb bilirsən nədir? Qeyri-nizami hərb?
Bax, Nizam CIA kimi ya da MI6 kimi mötəbər xidmət orqanlarının istifadə etdiyi anlayış vardır. Bu 90'ların əvvəlindən başlayan bir anlayışdır. Sovetlərin çöküşündən sonra yaratdıkları, İslam adı altında yaratdıkları terror təşkilatlarına özləri məruz qalan qərb ölkələri var idi da. Yaşıl kuşaq dedikləri bir terror qrupu yaratmışlar. Əl-Qaide, orada bir tərəfdə Əl-Qaide, bir tərəfdə Hizbullah, bir tərəfdə Əl-Fətih. Hamısı Sovetlərə qarşı baskı mexanizması idi. Radikal terror qrupları. Taliban kimi məsəl üçün. Əl-Qaide kimi. Bax, bu terror qrupları var idi. Bu terror qruplarını Amerikalılar və İngilizlər, Avropalı ortaqları düzəltmişdi. Sovetlər təhlükəsi bitəndən sonra bu adamlar bir də ayrıldılar ki, 91-də, 92-də, 93-də bu terror qruplarının növbəti hədəfi Amerikanın özüdür. Yeni bir termin çıxdı ortaya. Bilirsən nədir? Terrori terrorizə etmək. Və 2003'də bunun nəticəsini necə ağır yaşadılarsa, 2003'də Amerikalılar girdi İraqa, qeyri-nizami, kamuflajsız, sivil cəmaatın içində döyüşən bir terror təşkilatı ilə İraqda bir zırt da eləyə bilmədilər, ağzısulu qaçdılar. Əfqanistana girdilər, tam şəkildə kontrol eləyə bilmədilər. Çünki qabağındakı kamuflajlı deyil, disiplinli deyil, qeyri-nizami dağdan gələcəyi bəlli deyil. Heç də eləyənmədilər, 2020'də, 21'də idi, qaçdılar. Əksinə nə ilə bu işi həll eləməyə çalışdılar? Terrorizə etməklə. Bax, qeyri-nizami hərb taktikası istifadə edən bir topluluğun qabağına sən nizami bir sistemdən çıxa bilməzsən. Mən akademik çərçivədə filoloji düstura icra eləyərək burada diskusiya falan apara bilmərəm. Niyə bilirsən? Zehniyyət necə işləyir? Bu ancaq kitab dilində danışır, deməli başqa qabiliyyəti falan yoxdur da buna məhlə söhbəti ilə girə işi bitsin. Sındıraq işi bitsin. Bax, çıxacam yayına səni sındıracam zehni ilə gələn bir adama 8 qatına bölürəm, ördəyini də verirəm, əlinə göndərirəm. Başa düşdüm. Mən qardaşım. Qıraqda necə göründüyü çox da umurumda deyil. Səni sındıracam, səni bağlayacam, səni darmadağın eləyəcəm zehni ilə gəlmiş bir adamın qabağına. Sən oturub Wittgenstein analitik fəlsəfəsindən danışa bilməzsən. Ya da Bertrand Russell'ın tərzi ilə danışa bilməzsən. Mümkün deyil. Ondan ötəri topluluq hazır olmalıdır. Başqa bir şey var mənim qardaşım, çox uzanmasın. Sağ olun, sağ olun. Sən də sağ ol. Kəngərli buyur, xoş gəlmişsən. Salam, salam qardaş, salam, necəsiz? Çox sağ olun, siz necəsiz? Mənim sizə bir dənə sualım var. Qardaş. Aha. Bu heyvan kəsiləndə, Bismillah deyib kəsirsən. Bismillah. Mən demirəm. Yox da indi sən mən deyirəm Bismillah deyək ki, kəsirəm başın. Sən də demirsən, kəsirsən. Sən də qoyaq günün qabağına. Səninki ilənir, mənimki ilənmir. Başa düşmədim. Xristiyanlar Bismillah deyib kəsir. Yox, bax mən Bismillah deyib kəsirəm. Deyirəm ki, Xristiyanlar Bismillah demədən kəsirlər. Onlarınki niyə ilənmir? İlənir, necə yəni ilənir o da ilənir. Sən canıya get başımdan. Təşəkkürlər. Ha, qardaş ilənir də mən sənə sübut eləyirəm bunu. Bir topa söz danışdım, adam sorgulamadı. Buyurun. Abi, hara getdi? Orhan yenə düz deyir, inşallah. Quş şeyini, poxunun şans gətirdiyinə inanan bir topluluğa gəl izah elə ki, söhbət nədən gedir. Alo, salam aleyküm. Aleyküm. Bir dənə sual verəcəm. Bir uşaq ki, dərsə gedəndə neçə dənə dərs keçir? Ha, neçənci sinifdə oxuyur? Hansı məktəbdə oxuyur? Mozambik məktəbində mi? Azərbaycan məktəbində mi? Dəxli yoxdur. Dəxli yoxdur. Mən nə bilim, ay qardaş, sinifdən sinifə dəyişir bu. 5-ci sinif dərsliyində biologiya yoxdur, məsəl üçün. 5-də oxuyur uşaq, fərqi yoxdur. Səhər 8-də gedir. Ziya, buradasan sən Ziya. Ziya bir də plus atır. Ha, qardaş, 8-də gedir deyək, hə. 8-də gedir, elə 12-də gəlir də, 1-də gəlir. Bu uşaq gün ərzində 5 dənə dərs keçir də, elə deyir ayrı-ayrılıqda fəndə 5 dənə. Nə bilim mən, bəzən 6 saat olur. Ay Ziya, bunları siz göndərsiniz, qardaş, öyrədib göndərsiniz, pul verib göndərsiniz bunları mənim üstümə. Hə, buyur. Bircə dəqiqə. 7 saat da keçə bilər. Hamısı ayrı-ayrılıqda bir dərsdir da, elə deyirsiniz ki, yəni uşaq elmə, savada yönəlməlidir. Düzdürmü? Bu uşaq 8 saat məsələn dərs keçirsə, bir Allahın tanımağına görə
bir uşağın hansısa bir təhsilinə bir problem yaşanır. Mən xristiyanam ha. Xristiyanam mən. Nəsən sən? Xristiyan. Nətər xristiyan olmusan sən? Nəyi oxuyub xristiyan oldun? Xristiyanam da qardaş, müsəlmançılıq Bildim də qəbul xristiyan eləməmişəm nətər da. olur? Bildim də nəyi qəbul eləmişsən? Xristiyanlıq nədir? Qardaş, Qəbul eləmək üçün trinitisi var onun. Zakolka taxıram, problemdir. Ay, istəyirsən balqabaq tapmayın, onu demirəm. Deyirəm xristiyan nətər olurlar? Xilas elə də mən də gəlib xristiyan olum. Nətər olduğun elə. İndi mən o dini cəhətdən bilmirəm də, amma xristiyanlığı qəbul eləmişəm. Nəyi qəbul eləmişsən? Nədir xristiyanlıq? İslamdan qaçıb, araq vurmaq üçün İslamdan qaçıb inanırsınız. Araq vurmaq üçün İslamdan qaçıb inanırsınız siz. Ay qardaş, nədir xristiyanlıq? Qardaş, bilmirəm. Yəni o dinin yolun getmirəm. Xristiyanam. Dini savadım yoxdur. Hər şey Vaftiz olmusan sən. Vəftiz olmusan, vəftiz. Vəftiz nədir qardaş? Sən nətər xristiyan olmusan? Səni xristiyan eləyən meyyar nədir? Qardaş, eşitirsən mən? Bilmirəm, sən deyəni bilmirəm. Bax, araq da içirəm. Başım bura. Zina da eləyirəm. Burnundan gəlsin. Deyirəm də mən düzəyim. Bu nədir? Araq içməmək üçün xristiyanam deyir. İçmək üçün xristiyanam deyir. Böyük ehtimal araqdan tək qaçıb İslamdan. Kimsə bunu vurub ki, içmək olmaz da. Salam mələşim qardaş. 100% ətrafında qardaş, bu axşamı 100% ətrafında müsəlmanlardan kimsə deyib ki, kişi olmaz da, dinimizdə yoxdur, içmək olmaz. Deyib yox, vahşi mən çıxıram oradan oldum, xristiyan oldum. Bugün nə oldu bizə şeydən sonra, PK'dan sonra vəziyyət dəyişdi. Səsin getdi qardaş səndə. Qardaşın səsi getdi, gəlmədi. Alo. Bəli qardaş, xoş gəlmişsən. Yaxşı sual bir sən at. Ən az. Alo. Bəli qardaş, buyur. Hə, eşidirəm. Eşitsən məni qardaş? Hə də eşidirəm. Söz deyirəm. De görüm. Heç hüzür yerlərinə gedib eləyirsən sən. Hə, gedirəm. Orada sən girəndəmi, ya o məclisə girəndəmi, çıxandamı, heç deyirsən Allah rəhmət eləsin. Yəni yox, başın sağ olsun deyirəm, başın sağ olsun, başın sağ. Ay sağ ol. Yaxşı, indi o hamı da orada, mənim də qohum əqrabam da olur. Yaxşı, qohum əqrabada hüzür yerində bir 7 gün məclis gedir də, ya 3 gün, ya 7 gün nəsə. Orada oturanda sana belə nətər baxırlar, mənə maraqlar, belə nətər, qeyri-adi baxırlar, yoxsa nətər baxırlar sana, nə kimi? Yox, mən birincisi yemək vermirlər, sonra da oturmuram. İkincisi, yemək var, 3 var, 7 var İslamda. Yox, məclis yemək verilməsə də gedir də, o məclis gedir. Niyə gedir ki, dəfin günü getdim bəsdir də. Məcbur da hər gün gedəsən. Yox, indi elə rayonlar var ki, məsələn, bizim rayonda 7 gün olur, yemək vermirlər, məsələn, çay verirlər, bir də pendir. 7 gün deyib orada çay içirsən? Gedirsən də elə bil adətənənə kimi də gedirsən də sən də geri qalmısan, qoxma əqraba. Yoxdur bizdə elə adət, Qəbələdə elə bir adət yoxdur. Biz bir dəfə gedən 2 dəfə getməyinə ehtiyac yoxdur. Bir də 40-da gedir. Yaxşı, bir gün, yaxşı, razıyam səndən. Yaxşı, razıyam. Bir gün orada olanda sən nə kim görülür, nə deyirsən? Adam kimi, nə kimi görəcəyizdim? Kətçi tanıdığım adamlardır, nə qohumdur, əqraba, nə kimi görəcək kimi? Heç dəfn eləyəndə, heç deyib eləmsən Allah rəhmət eləsin. Başın sağ olsun deyəndə olmur? Olur. Ancaq birdən onu deyirsən, hə? Hə, nə deyəcəm ki başqa? Yox, elə olmaz. Çox yaxınca deyirəm, axır qəmin olsun. Hə, mən də sənin fikirdəyim. Mən də heç nəyə inanmıram. Mən heç bir şeyə inanmıram. Mən də sənin fikirdəyim. Narahat olma. Hə. Prosto elə belə mən də mən bir sənlə maraqlıdır, ay qaqa. Siz 7 gün yeyib orada pendir çörək yeyib gəlirsiniz? Vallah, Qurana and olsun, özüm ölüm deyirəm. Bax, 7 gün yas gedir. Elə biləcəyin ki, tapşırıq var da, yemək asılmaq olmaz, nə bilim, ət almaq olmaz, belə, yəni çox dərinə getmək olmaz. Sadəcə pendirdir, göyərtidir, bax belə çaydır, 7 gün yas yola verilir, все qutardır. Bildim də, indi sən deyir onu soruşuram da, 7 gün deyib orada pendir çörək yeyib gəlirsən, eləmi? Yox, mən uzaq başı
Dəfin günü gedərəm, vəssalam. Ondan sonra işimdə, gücümdə olaram. Axşam sayı yeməkdən sonra, məsələn, gün ortadan sonra gedərəm, elə belə toxunaram, oturaram, mən bir stəkan içərdə çay içərəm, qayıdıb çıxıb gələrəm. Pendir yemirsən? Ay yox, özüm ölüm. Qardaş sanı yemirəm, nə də oturmuram. Mən Sən ümumiyyətlə pendir insan yeməyən yemirəm. oxşamırsan. Pendir yeməyən oxşamırsan. Özüm ölüm deyirəm, qardaş sanı deyirəm, mən insan yemirəm. Xoşum da gəlmir yeməkdə. Başa düşdüm. Başqa bir şey Adama var. belə bürcü var. Yox, sağ ol, Halva Allah yeyirsən, halva? köməyin olsun, öpürəm. Yox, o cəhənnəm olsun, yəni, halva nədir? Halvanı mən yedim, onun ölüyə nəsə adiyyəti var. Yox, indi nə dəxli var? Halva verirlərsə yeməlisən də. Mən də yeyirəm. Nə var ki orada? Ay neyinirəm halvanı, ölün halvasını. Halva nə şeydir ki onu yeyir? Ölür halvası öyle halvadır. Dəxli var onun kimin adına bir şey. Onu 50 dənə arvad, 50 dənə əl girir ora. Neyinirəm onu? Ha lazımdır o. Elə halva ürəyimizsə gəlib evdə əllərə dərin pişirib verər də. Neyinirəm orada halvanı? Yaxşı, sən can, yaxşı. Təşəkkürlər. Yoxdur da millətimizdən. Həqiqi yoxdur. Ramiz qardaş, buyur, xoş gəlmisən. Şəkallasına zəhər verin. Çox dəxilsiz şirin. Hər vaxtın xeyir. Salam, necəsiz? Çox sağ ol, sən necəsən? Mən ikinci dəfə, sağ ol qadan al. İkinci dəfə qoşuluram, mən sizi dəstəkləyirəm. Xeyli vaxtı sizə qulaq asıram, məqam düşdükcə. Belə bir şey demək istəyirəm ki, bu ümumiyyətlə deyirlər ki, kainatı Allah yaratdı, düzdürmü? Belə deyilir də. Və yaxşı, bu dinozavrlar olub da, bu arxeoloji qazıntılar falan filan. Siz bunu inkar eləmirsiniz ki? Yox. Yox da, yəqin ki, inkar eləmirsiniz. Və belə qazıntılardan... Hədə eləmirəm də qardaş, bildim də qardaşım. Ay sağ ol. Yaxşı, bunları kim yaratmışdır? Yok ki baba. Sizcə? Məncə yok ki baba. Yox, o məndə demirəm, Çevik bəy. Mən nə mənada deyirəm ki, ay qardaşım? Mən... Ay qardaşım. Ay qardaş, mən də belə qəbul edirəm. Fikrimi deyim, xahiş edirəm. Deməli... Aha, anladım. Deməli güya ki, bunu da Allah yarattı. Düzdürmü? Niyə yaratmışdı və onları niyə öldürdü? Çaşıb yarattı bunları. Xoşuna gəlmədi mi? Niyə öldürdü bunları? Kardeş, o sualın cevabını bilseydim ben Allah olmazdım. Anladım. Deməli biraz mənə bu şeylər çatmırdı o məndə. Çevik bəy, belə bir söhbət eləsəm olar, çox yox. 1-2 dəqiqəlik, 1 dəqiqəlik. Çox səmimi. Mən başıma gələn bir hadisəni danışacağım. Getdik. Amma çox səmimi də mənim az yaşım yox, 51 yaşım var. Eşitsiz məni. Bir haşiyə çıxdım, özüm də həkiməm. Diqqətlə qulaq asın. Dediniz ki, mənə Ramiz dayı, dedim Ramiz dayı deyil, Ramiz həkimdir. Mən özüm həkiməm. Həqiqətən sizi dəstəkləyirəm, xoşum gəlir, çox gözəldir danışıqsınız. Deməli, birinci kursda oxuyuram, çox səmimi, qısa bir danışacağım. Bax, başıma gələn şeyi bir danışacağım. O qədər beynimdə bir iz qoyub ki, mən özüm üstündən 30 il keçib də, 30 il keçib. Həmişə onu xatırlayıram. Oturmuşam 28-də dərsdən çıxmışam, saat 3-dür. Ayda, hə, üzülü sayın. Deməli, oturmuşam skameykada, orada bizim xəstəxanadan dərsdən çıxmışdım. Oturmuşam, pul yoxdur cibdə. Baxın, inandırım, sizi olan şeyi danışıram sizə. Deyirəm, qabağımda da adamlar keçir. Deyirəm, kimdənsə pul düşdün. Mən o pulu götürüm, göz təmimi danışıram. Amma mən bu biraz, bəlkə də yaraşmaz bunu demək. İnan ki, gözləyirəm ki, kimdənsə pul düşsün. Mən o pulu götürüm, bir şey alım da, indi kasıbçılıqdır da. 94-dən danışıram sizə. Çevik bəy, elə bir hadisə baş verdi. Babamdan bir nəfər keçir, əlini cibinə atdı. Cibindən pul düşdü. Mən 10 dəqiqəyə yaxın o pula yaxın gedə bilmədim. Onun üstündən bəlkə 50 dənə adam keçdi. Mən o pulu gedib götürdüm. Çox sərbəst. Demirəm, orada küllü miqdarda pul vardı. Dua eləmişdin. Nə bilim, indi o vaxt o Məmməd Əmin o vaxtı. Ha? Dua eləmişdin deyirəm. Dua eləmişdin, dua. Yox. Yox, dua eləməmişdim. O vaxt bilmirdim dua nədir, bir şey nədir. Allah'tan istemişdin. Yəni deməyim odur ki, mən orada Yox, istəməmişdim. Dedim, kaş ki mən kimsə pul
düşürtsün. Mən o pulu tapım. Kimisi cibinə Ehtiyac var imadə. Yox, səmimi başa düşün. Gəncə bu Mən bunu yoxlayaq sizə- da. Bildim Ha? Ramiz ki, gəl yoxlayaq. Gəl yoxlayaq. Mən də ürəyimdən keçirdim. Ay Cevik bəy, lağa qoymaq lazım deyil. Aa, de. Gördün. Ayda, düz imiş. Gördün kardeş. Daha ne istiyorsun? Şu an tez yoklayın. Cevik bəy, çox xahiş edirəm. Hadi. Yenə deyirəm, mənim əv yaşım yox. Teşekkür mənim 51 Ramiz yaşım var, Ramiz özümdə- Həkim, Ramiz özümdə doktor. həkiməm. Ramiz doktor. Sadəcə, Ay Ramiz Cevik doktor. bəy, mən Ay sizi Ramiz doktor. dəstəkləyirəm. Koy imkan Ay ver. canım. Koy teşekkür Ay edin. canım. Zaten pula ihtiyaç var idi. Sağ olun. Yöntem ölecektiniz. Anladım. Öpürəm sizləri. Sağ ol. Sağ Var ol. ol. Siz sağ olun. Sonra yoklayın. Yaxşı olacaq. Sen yəqin ürəkdən eləməmsən. Emil buyur, hoş gəlmişsən. Ay Emil Bey. İlahiyat doktoru yok. İlahiyat doktoru değildir ya. İnşallah arada bir yadınıza düşəndə hədəfdən zaddan vurun da o lazım olur deyirlər yine. Şeye. Emil Bey buyur, hoş gəlmişsən. Salam, axşamınız xeyir. Axşamın xeyir. Siz deyirsiniz ki, heç nəyə inanmıram da. Yok, inandığım şeyler var da. Məsələn, Mesela de bu sarı ördeğe. siz, yəni mən o mənada demədim. Təbii ki, onda siz inanırsınız ki, sizin adınızda falan kəsdir, soyadınız falan kəsdir, sizin atanız falan kəsdir, bunlara inanırsınız. O mənada demədim, mən inanc olaraq dedim. Yok, din olarak yok. Bəs yaxşı, bu kainatın, canlının nədən yarandığını fikirləşirsiniz? Tekamülden. Ve sen? Mən? Mən də təkamüldən əslində fikirləşirəm. Sadəcə təkamülün özünü nəzərə alanda. Yaxşı, belə deyək də. İndi mən deyəcəm ki, niyə indi meymundan insan yaranmır? Bu demək olar ki, klassik sualdır. Yəni bezdirici sualdır. Amma prosto da yəni fikirləşəndə niyə olmur? Sen kim dedi ki meymundan insan yaranır? Mən təkamül deyir ki, meymun təkamül eləyərək insana çevrilir. Harda deyir? Harda deyir? Bioloji kitabı. Meymun insana çevrilipse ve meymunlar niye hala da var? Hə, yaxşı niyə var? Hə? Mən də bilmirəm. Mən də bilmirəm. Hardan oxumusan tekamülü? Məktubatdan baxmısan? Yo, bioloji kitabı. Hansı biyoloji kitabı? Orta məktəb. Ha, orada deyir ki meymundan insana döndü, meymunlar da qaldı elə mi? Hə. Mənə bax, orada tam olarak yazdı ki meymunlar insan doğdu, özləri qaldı elə mi? Doğduqları insan yavaş-yavaş Yo, aktı, yo, yo. qalanlar da qaldı. Ha, nətər oldu? Yo, meymun insan doğdu demir ki. Ha, nətər oldu? Bəs meymun nətər döndü insan oldu? Onu mən də bilmirəm. Bəs olmazdı ki sən təkamülü heç olmasa bütün bir kitab oxumasan da bəlli bir yerə qədər araşdırsan. Var. Məncə də. Sən hansı dinə inanırsan? Mən belə yəni heç bir din haqqında fikrim yoxdur. Yəni. Başa düşdüm. Təşəkkürlər gəncə dostum. Sağ olun. Sağ olasın. Siz sağ olun. Zəfər abi xoş gəlmisən. Necəsən? Nə var nə yox? Axşam çox sağ ol. Sən necəsən? Nə var nə yox? Nasıl biz görüşə bilmədik, üzrlü say biraz. Yox, elə məndə də sıxıntı var idi. Veriliş falan çəkirdik. Çatdıra bilmədim cəməlinə. Neyinisə nətərsən? Təşəkkürlər abi, yaxşı olasan. Deyirəm ki, abi sən Aperiondan danışırsan, sonsuzdan gəlib sonsuzdan danışırsan. Deyirlər ki, halva yeyirsən, hər şeydir yasda. Yeyirəm də abi, nə var ya burada? Halva yemək nə problem deyil bu halva yemək. Mən bugün bəsən yastaydı aşdan qaran yedim qəşəng. Yəni olmaz şey, yemək olmaz ki, başa düşmürəm yəni. Özü Allah rəhmət etsin, Fatihə də verdim, çıxdım. Ne var ya orada?
Halbuqdur. Hətta yəni bu nədir ki, yəni indi sən deyir yasa edəndə deyirsən ki, yəni Allah rəhmət eləsin. Hə deyirəm. Nə olsun? Olmaz ki. Niyə olmur ki? Olsa mən demirəm də, amma deyənlər var, deyənlərdə nə dəxli var? Onun üçün hörmətim vardır. Səmimiyyət xəttində deyirsən Allah var, şey, nə bilim. Hə yəni də, yəni sən danışırsan aferondan, danışırsan kuantum fizikasından. Bəzən adam sənə gəlir sual verir ki, yəni şeydir, halva yemirsən gəlsin. Hə tamam, yemirəm. Nə olacaq? Nə bilim. Amma bu yayının ikinci bölümü daha qəşəng oldu məncə. Biraz əyləndik. Pis olmadı. Məncə. Arada bir yaxşıdır. 26-sı gözləyirəm səni. 26-sı daha maraqlı olacaq məncə. 26-sı. Hə, yox, onun ipucusunu vermə. Onun ipucusunu vermə. Niyə? Niyə? Vermə, ipucu sürpriz olsun, sürpriz. Mən də sürprizlə gələcəm 26-sı. Allah, sürpriz olsun, sürprizlə. İşte, belə. Təşəkkürlər abi. Halva yaxşı. Şəkər halvası yox, belə halva qəşəngdir. Baş üstü. Oldu. Gecən xeyir. Sağ ol. Ələl ya. Özü pivə ilə nə gedir? İndi bilmirlər də. Əməlli. Təşəkkürlər abi, çox sağ ol. Sağ ol. Sağ ol abi. Rızayev buyur, Rızayev buyur, hoş gelmişsin. Surprise. Ay kardeş. O nasıl yazır orada? Abil dayı yatıp çiz. Abil dayı hostel zaten bura. Abil dayı hoş gelmişsin. Ay Abil dayı. Abil yok abi. Abilgani. Abil yok. Abilgani ha buyur azizim buyur. Selamünaleyküm. Akşamınız hayır olsun. Akşamın hayır. Ben həmişə izləyirəm sizi. Mənim üçün maraqlı mövzudur. Aha. İlaləm həmişə məni qınıyır bu bir ateist. Ateist yox, mən deistəm əslində, ateist deyiləm. Aminim. Yəni Allaha inanıram, belə deyək. Amma o peyğəmbərlərə də heç birinə inanmıram. Niyə görə? Çünki onlar hamısı hakimiyyətə gəlmək uğrunda partiya yaradıblar. Adını din qoyurlar sadəcə. Anlayıram. Bir saniyə balla sözünüzü kəsirəm. Deist Allaha inanmır, deist yaradana inanır. Allah deyirik də, biz yaradana Allah deyirik də. Teknik olarak aynı şeydi, sorun değil. Yəni ki, Allah sözü Azərbaycan sözü deyil ki. Elə o uludur. Allah sözü Azərbaycanda yaradıcı olarak tanımlanır da, burada bir problem yok. Bəli də, yəni o belə deyək də, ərəb dilindən keçmə sözdür onsuz da. Biz sadəcə olaraq Allah demişik. Belə deyək. Nəysə. Yəni mən sizdən tam razıyam. İnşallah bir dənə aşağıda biraz saygılı Abilgani kardeş bir dəqiqə izləyirsən. İnşallah aşağıda sizlərlə də yazmışlar. Biraz saygılı olun da. Bak yoldaşlar siz saygısızlık ediyorsunuz. Sonra bize böyle deyirlər, elə deyirlər söhbəti də edirsiniz. Kimliyindən asılı olmayaraq istənilən istiqamətdən, istər dindar, istər qeyri-dindar. Hər hansısa bir təhqir yol verilməzdi. Biraz saygılı olun dedim axı sizə mən. Dəfələrlə dedim. Hörmətli modlar sizdən rica edirəm hər iki tərəfdən saygısızca yazanları yollayın geçsin də. Olmaz da eləməyin. Saygılı olun, saygılı. Əhməd bəy Ağoğlu difai təhqir etməyin. Dostum sən hal-hazırda təhqir elədin. Kiminsə nəylisə. Saygılı olan da olmur. Hər kəsə öz arşını ilə ölçür də. Hər kəsə öz qabiliyyətinə görə hərəkət edir. Olmadı ki. Abilgani kardeş buyur hoş geldin. Tezden başlayalım. Buyur yekunlaşdıraq. Buyur. Belə sizdən tam razıyam mən, belə deyirək də. Amma bir dənə bütün alimlər belə deyək də, o üzdə olan, ümdə olan alimlərin bir çoxusu araşdırmalarla heç bir nəticəyə gələ bilməyiblər və axırda Allaha inanmalı olublar və bir çoxu müsəlmançılığı qəbul edir. Hatuna hoş geldin. In nomine Patrin Sanctin Filii Spiritus. Tanrı seni kutsasın. İsa seni kutsasın. Ha buyur kardeş. İştir yani dediğimi. Bəli. Yani bir çoxları müsəlman dinini qəbul edirlər. İndi bilirsiniz din deyəndə
müsəlman dilində, dinində belə deyək, mütərəqqi fikirlər çoxdur. Amma təzadlı sözlər də çoxdur. Çox təzadlı sözlər var. Yəni baxırsan ki, yəni belə deyək də məntiqlə fikirləşəndə mən məsələn inanmıram ki, Quran Allah tərəfindən göndərilmiş bir kitabdır. Mən ona inanmıram. Yəni baxırsan ümumi sözlərdir. İnandırım o 4 dənə səmavi kitab deyirlər ha. Demək olar hamısının məzmunu eynidir. Demək olar hamısının məzmunu eynidir. Mən hesab edirəm ki, Quran-ı Kərim elə Maya sivilizasiyasında da elə bir belə deyək, nəzəriyyə olub və oradan köçürülmədi bilim birə. Bir dənə orada Allah uzun tarixin, bölgesel tarixin mifologiyalarından əsirlənmiş bir sistemdir də səmavi dinlər, monoteist anlayışlar. Yəni belə deyək də, o mənə belə gəlir, bəlkə də səhv fikrimdir, səhv fikirləşirəm ola bilər. Mənə belə gəlir ki, ancaq hakimiyyətə gəlmək üçün yaradılmış kimlər tərəfindənsə də yaradılmış bir nəzəriyyədir, sistemdir. Məsələn, bir yanda, məsələn, baxırsan ki, Quranda bir tərəfdə deyir ki, Allah Teala məsələn çox rəhimlidir, rəhm eləyən, nə qayran. Başqa tərəfdə sən bu cəhənnəmdə yandır. Bu nətər rəhimlidir ki, sonra cəhənnəmdə yandırır səni. Yəni təzaddır da. Bilirəm qardaş, təşəkkür edirəm, var olasınız. Deməli, mənə belə gəlir ki, ancaq o insanların, o kasıb adamların başını qatmaq üçündür. O zaten milyarderlər var da, 12 dənə ailədir deyirlər. İndi mən bilmirəm dəqiq, yəni belə eşitmişəm də. Rothschilder deyir ki, belə, indi yəqin ki o ölübdür, indi onun sülaləsi qalıb da. Rothschilder deyir ki, kasıblar... Vaxtımız qısıtlı deyərzim, mən Rothschilder, bilmirəm. Dünyanı bilgi kasıbları idarə edilməzdik. Ha, anlayıram. Belə. Ağlımı divarında olacaq dua edirlər, ağlaya. Təşəkkürlər əzizim. Sağ olun. Çevik Bey, esenlikler, ne yazık ki bugünkü oyunu uduzduq. Çok isterdim ki kazanardınız inşallah. Otardınız 2 dənə kazanardıq da. Olmadı. Bizdə bir də burada Niderlandda o əlcəkdir, zatlı çıxmır çox şeylər, fərqli bir sistemadır. Mən o gündə sizə qoşulmuşdum, demişdim ki, az əvvəl 19 yaşında bir gənc qatılmışdım. Deyirəm ki, bilgisi olmayan, oxumayan, savadı olmayan qatılmasın. Məsələn, mənim belə deyim, sualım var. Azərbaycanda ilk məscid nə vaxt açılmışdı? İkinci məscid nə vaxt açılmışdı? Bunu indi neçə gəncə soruşsan bilməzlər. Özüm tarixçi olduğum üçün bilirəm. Birinci məscid Şamaxı Cuma məscidi 740'larda açılmışdı. İkincisi Məhəmməd məscidi hardasa 1070'də açılmışdı. Bunları bilmirlər. Bunları bilməyə də yuxarı qalxıb fikir bildirmək istəyirlər. Oxumadan, bilmədən. İkincisi, deyirlər ki, Allah sənə o canı veribdir, Allah da onu səndən almalıdır, düzdür. Avropada eftanziya var. Eftanziyanın nə olduğunu bilirsiniz, düzdür. İnsan çox xəstə olanda özü... Ötənazi deyə xanım. Bəli, özü müraciət edir ki, yəni daha uca biləndə ki, heç bir şansı yoxdur. Eftanazya deyil, axı ötənazidir o. Mən biləm. Bizdə burada eftanazya deyirlər Niderland dilində. Məsələn, 3 həftə bundan əvvəl mənim oğlum 14 yaşındadır. Onun ən yaxın dostu, uşaqlıq dostu, eftanazya, bəli, indi yazılar orada aşağıda. 3 həftə içində beyin xərcəngi şeyi çıxdı və Üzr istəyirəm uşaqlar, ötenazidə, türkçəsi ötenazidir, mən türkçəsini deyirəm. Düz demişəm də, buyurun. Şey çıxdı ki, beyin tumoru çıxdı və dedilər ki, heç bir 1% şansı yoxdur, yəni çox ağrı çəkəcək.
Və ailə bir həftə boyunca gecə gündüz yatmayıblar. Ata, 2 uşaq o qərarı aldılar və nə yazıq ki, maalesef qadın 43 yaşında, çox da yaxın tanıdığım biridir. Oğlumun yəni uşaqlıq dostudur. Və qadını elədilər, iynə ilə yatızdırdılar. Yəni son yola göndərdilər. İndi yəni Allah deyirsə ki, bədəni mən vermişəm, ruhu mən vermişəm. Tək mən onu ala bilərəm. Bu nə qədər düzgündür. Mən o inanclı insanlara bu sualı vermək istəyirəm doğrudan da. Çünki onu tək yaşayan bilir. O ağrılardır. Bu çox çətin bir şeydir. Mənə birincisi kim mənə sübut eləyər ki, məni Allah yaratdı, məni atamla anam yaratdı. Bəli. Yəni mənim sualım əslində budur, çünki 1-2-3 həftədir biz oğlum çünki yaxın dostu olduğu üçün biraz bu prosesdən keçirik. O da indi deyir ki, mənim anamdan başqa heç kimim yoxdur bu dünyada. Anama, səndir, mamadır bir şey olsa, mən nə eləyərəm, mən tək qalaram. Heç kimimiz yoxdur bizim burada. Və insanlar onu fikirləşməlidirlər. Teşekkürler Ada xanım. Qaldı ki baxın, Sovetlər zamanında indi o gənc oğlan danışırdı ki, dünən də bir canlıda eşitdim, Azərbaycanda da 95% deyirlər, dindardılar. Elə bir şey yoxdur. Dindar olsalardı, Sovetlər vaxtı meçetə getməyə Vaxtımız kısıtlıdır Ada xanım. Mümkün qədər. Çevik bəy, əlaqə saxlayarıq da. Yəni teşekkür edirəm vallahi siz vaxtımız kısıtlıdır ona görə. Bilirəm. Teşekkür edirəm vallahi. Oldu. Görüşmək üzrə. Teşekkürler. Dəstəyiniz üçün də çox sağ olun. Teşekkür edirəm. Furkan yayındadır yoldaşlar. Bir dənə baxardınız da mümkünsə. Bu arada diye Azərbaycanda 95% olan dindarına verir. Yoxdur da bir şey. Maksimum 40%'a çatar dinin heç olmasa tabi bir-iki kəlmə bilən dindən. Bir-iki kəlmə Yəni kəlmə işarətini tam şəkildə bilən və onu tərcüməsini də bilən dindar sayısı heç Azərbaycanda 20%, 30% olsa olar, ya olmasa olmaz. Qəliz məsələdir. Furkan'la oynamayayım. Niye korkursuz 3 tane kızın yuduzuruk bize? 3-4 tane kız vardı orada. Əliyyəm Vəliyullah. Sen hardan götürürsən dostum bunu? Quranda yoxdur axı. Hristiyanlıq haqqında danışaq. Uşaqlar bir dənə Furkana yazın da. Yoxdur axı Quranda. Quranda olmayan bir şey hardan götürə bilirsən? Bir dənə Furkana zəhmət olmasa yazın da bizlə gəlsin. Hristiyanlıq haqqında sual vermək istəyirəm. Ver də sual. Cinsiyyətçilik eləmə, qadınlar güclüdür, qadınlar da güclüdür. Bilirəm, qadınlar da güclüdür. Sadəcə orada 3 dənə, 4 dənə qız atır ediyən, hər dəfə uduruq da biz. Uduruq da qardaş. Başa düşməyim, oradakılar qızlar, oradakı qızlar bizdən niyyətə güclü ola bilir. Bizdə qız yoxdur. Bizdə 500'ə yaxın qız var yəni. 400 falan. Vaxtı niyə kısıtlıdır? Çünki robot deyiləm mən dostum. Siz minlərlə adamsınız, mən burada tək başıma oturacağım. Gündə yüzlərlə adamla söhbət edirik. Zat deyiləm ki, GPT zat deyiləm ki burada, ya da ki, nə bilim, robot falan deyiləm ki. Bizdə yoruldu axı. LGBT'ye niye karışısınız Sevik Bey? Homofob sapıtsa falan feşmeşan değil. Hikaye danışma orada. LGBT'ye karşılıkta kiminse insan haklarını pozmaq məsələsi deyil. Geçsin evində ya da ətrafında neyinirsə eləsin. Onun propagandasını gözümüzdə soxa-soxa insanlarımızın, gənclərimizin, toplumumuzun
milli kültürünü, milli adət-ənənəsini dəyişdirməsinə kimsə icazə verməməlidir. Başa düşmədim şey, LGBT mənsubları ilə sabah döyüşə gedəsən, İranla bir problemimiz olsa, Ermənistanla, Rusiya ilə bir problemimiz olsa və ya hər hansı bir savaş situasiyasına düşsək, kimlə gedəsən döyüşə? Üzdə İraqlarla gedəsən döyüşə. Çox istəyirsən LGBT-ni döyüş olar göndərərdin. Şöyle Furkan'a deyin de gelsin zahmet olmasa. Zahmet olmasa deyin de. Udin sensin yok. Baboşluğunu. Çok istəyirsən babuşu git özün onu. Lalezar əskəydir. Lalezar kimi mən bilmirəm. Tengora'da qeydiyyat problemli değil. Ne kimi problem var ki? Zaten demo versiyonda, hatta ikinci versiyon bir neçə günə yayınlanacaq. Şala kimse dediği Furkan'a. Furkan'a dediği kimse.